Koynuk el-ele vermiş. Koynuk el-ele vermiş. Koynuk el-ele vermiş. Gene Türk babası. Gene baş babası. Sahneye meydan yaradı. Uçak! Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən indi kompüteri sübdən bir yazı yazdırdım. Vaxt eləməmişəm xəbərlərə baxım. İndi gördüm Zəncanda zahirən Zərif gəlibdi. Orada danışır, gördüm. Gözəl şeir oxurdu. Hər halda sevməli. Bəlkə qulaq assaq buna yaxşı olar, amma qonağımızı dəvət eləyim, gəlsin. Proqramımıza başlayaq və çünki mənim nəzərimə bizim bu proqram seçkilərin hamısından önəmlidir. Çünki bir ideoloji və düşüncə yarada bilsək, ondan sonra bu dəstəliklər ki bölünmüşük, bunlar aradan gedəcək. Əlbəttə mən təhlilimi bugün yazdım, son təhlilimi bu seçkilərdən dolayı. Məncə fərqli baxmalıyıq. Və mən bu gün fərqli baxdım və çox da şadam ki, bu fərqli baxdım, fərqli düşünməyə çalışdım, fərqli görməyə çalışdım. Məncə içərili, eşikli çox gözəl bir əməkdaşlıq gedir və çox bir ciddi tarixdə tayı görünməyən bir siyasi akt eləyirik. Mən bu 4-cü dəfədir dostumuzu Sayın Sadıq bəyi, İsa bəyli cənablarını çağırıram. Hələ feylən yazmayıb da ki, icazə vermir, gəlsin yoxsa nə olur. Amma hər halda görürəm təşrif gətiriblər. Bəli, bəli. Salam aleyküm. Hoş gördük. Sağ olun, xoşluğunuzu görək inşallah. Necəsiz, yaxşısınız? Çok teşekkürler. Siz yaxşı olun. Var olun, var olun. Mən bunu bir tənzim eləyim ki, tamam. İcazənizlə mən başlayayım bir. Salam əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət Düşüncə Bağı proqramını aparıram. Bu proqramda biz Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərin liderlərin ya mənsublarını dəvət eləmişik, təşrif gətirirlər və öz düşüncələrin, ideolojilərin, görüşlərin, siyasətlərin, yol xəritələrin və anlayışların bizlə paylaşırlar. Buradan Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisindən, Yunus bəy Şamili Azərbaycan Demokrat Partisindən, Salih bəy Kamirani Azərbaycan Mərkəz Partisindən, Erdal bəy Qaradağlı Güney Azərbaycan Milli Qurtuluş Partisindən və Haşim bəy Bilgin 2 gün Güney Azərbaycan Liberal Demokrat Partiyasından və habelə Sadıq bəy İsa bəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən huzurları olubdur. Təşəkkür edirəm. Əjdər bəy Təqizadə, Cavad bəy Məcid Cavadi və habelə nəzərimə, əgər səhv eləmisəm, Ataxan cənabları, Araz Ataxan cənabları bu verilişlərə ya qatışmayacaqlar, ya qatışmayıblar. Habelə Çehriqani cənabları və bəzi təşkilatlarımız qatışmayıblar və qatışmaq istəməklərin arzu edir. Beləliklə bugünkü proqramı başlayaq və deyim ki, Sadıq İsa bəyli cənabları keçən 4 gündə hər 4 günü milli ərdəmli unvanını qazanıbdır. Umarım o gün gəlsin ki, mən bir medal qazdıram, bunu verəm sizlərə. Elə nə olar, fəxri olaraq mənası da nə deyirlər, mal və ərzişi, maddi ərzişi olmasa da, pul ərzişi olmasa da o nə deyirlər, ruhsal və mənəvi ərzişinə görə bunu sizlərə mən təqdim edəyəm. Siz buyurun əziz dostum, bir salam əleyk edin, sorularımıza başlayaq. Hoş gördük.
Ümid edirəm ki, yaxşı verilişimiz olsun dəyərli tamaşaçılarımızla, millətimizlə. Biz hər halda bu sizin təşkil etdiyiniz bu söhbətdə iştirak edirik. Ona görə ki, həm də millətimizlə ünsiyyətdə olaq. Həm səmimi bir ünsiyyət olsun, həm də fikirlərimizi paylaşaq, millətimizdən öyrənək, sizlərdən öyrənək. Və hesab edirəm ki, bütün bu diyaloqlar, söhbətlər, fikir mübadilələrinin hamısı önəmlidir və faydalı olacaq. Sağ olun, var olun. Biz bir neçə məbhəsə keçdik. İndi biraz daha zehinsel, subjektiv, subje deyirlər elə bir Fransa dilində. Subje biraz bu günləri danışacaq. Haqq məsələsi. Sizin təşkilatın düşüncəsində haqq qavramından nələr alırsınız ya nələr o haqq qavramında görürsünüz? Və haqq qavramı nədir? Haqq kavramı təbii ki, çox bir peçidə bir məfhumdur, anlayışdır. O müxtəlif deyək ki, məsələlərdə işlənilə bilir. Hesab edirəm ki, bunun fəlsəfi anlamda indi o fəlsəfəçilər ona bir anlam qatırlar. Haqqın siyasi anlamda bir başqa o deyir deyək ki, müəyyən məsələləri özündə ehtiva edir. Hüquqi anlamda həmçinin. Amma hesab edirəm ki, haqq o şeylərdir ki, o insanların ya hər bir insanın belə deyək də varlığını rəsmiyyətə tanıyıb, onu qoruyan və o haqları deyək ki, məsələn, yaşam haqqıdır, söz haqqıdır, əmniyyət haqqıdır, malikiyyət haqqıdır. İndiki şeylə desək, o məcmu haqlar ki vardır, onunla tərif olunan bir deyək ki, düşüncədir. Məntiqdə, Ərəstunun məntiqində deyirlər ki, bir şeyi özü ilə tərif eləsən, batil olar. Siz indi haqqı, məsələn, yaşam haqqı ilə tərif edirsiniz. Yəni, haqqı ilə tərif edirsiniz. Əslində tərif eləmirsiniz. Əgər istəsəz bundan bir tərif verəsiniz ki, haqq nədir? Elə bir tərif deyirsiniz ki, bu yəni bir cümlədə tərif. Çünki bunun üstündə o deyir, hələ də min cür fikirlər var, min cür təriflər var. Hər toplumun özündə o haqqın anlamı, dərki, kültürdən gələn, dindən gələn, fəlsəfədən gələn, siyasətdən gələn, qanundan gələn müxtəlif anlayışlardır. Sadəcə olaraq burada hesab edirəm ki, yəni bəlkə də belə desəm daha yaxşıdır. Əgər hüquqi olaraq bir tərif desək, o qanunda və hüquqda bir insana verilən, deyək ki, imtiyaz əgər desək, ona haqq demək olar. Çox sağ olun, təşəkkür edirəm. Haqqın mənşəyi, kökü nədir? Yəni, haqqı yaradanlar nələrdir? Haqqın mənşəyi, yəni, bəlkə çox şeylər ola bilər, çox şeylər də olmaya bilər. Amma məsələn, deyək ki, bir təbii haqq olaraq biz nəzərdə tutsaq, deyirik ki, insanın zaten insan olduğuna görə, məsələn, bu haqlara sahibdir, indiki qavramda. Ona görə də o, yəni, hansı formada onu biraz belə qanunla desək, çünki o gəlir qanunda özünü təsbit edəndə məna qazanır. Sadəcə bir iddia kimi, bir əxlaqi dəyər kimi. Amma qanundan öncə də, yəni yeni qanunlardan öncə də haqq var. Yəni, məsələn, dinlərdə də haqq var, dinlərdən öncə də haqq var. Belə bir qavram. Məsələn, mən... Buyurun, siz buyurun.
Məsələn, mən baxırdım, deyirəm ki, doğum ya varlığa gəlmək özü bir haqqdır. Yəni, istərsən, istəmərsən bu yaranır. Amma toplumsal olaraq iradə, məsələn, mən özüm iradəni tərif edirəm. İradə və güc bu ikisi, yəni bir-birinə mən bunları bilirəm. Yəni, iradə ilə gücü bir-birinə bağlıram. Bir anlam burada işlədirəm əslində, güc anlamında işlədirəm. Məsələn, bu haqqın kökü budur. Çünki sizin gücünüz olur, hər nə istəsəz gücünüzün sevgi eləyə bilirsiniz. Gücsüzlər sizə qarşı çıxa bilmir. Yəni güc Və gücsüzlər sizə təslim olur. Onda gücsüzlər nə olur? Gücsüzlər haqsızdılar. Heyvanlara tay. İnsanın qarşısında heyvana tay. Ya insan iki bir dənə heyvana, şerə, pələngə, aslana yem olur. O da haqsızdır. O da haqqı yeyilməkdir. Mən belə düşünürəm əlbəttə. Məncə o çox elə ona görə biraz mən düşünə sizə cavab verirəm. Çünki sizin o düşüncəniz tamamilə mənim düşüncəmdən fərqlidir. Mən hesab edirəm ki, əgər bir, məsələn, dindən gələn haqdan danışsa, məsələn, deyir ki, dinlərdə o bizə deyək ki, insan olaraq bir özgürlük veribdir. Məsələn, Quranda vardı ki, məsələn, mən sizi özgür yarattım, azad yarattım, muxtar yarattım. Yəni, bir özgürlüyü o yaranışla deyək ki, biz əldə orada o özgürlüyü kim verir bizə? O özgürlüyü özün güclü görən. Özün güclü görən, yox, Tanrı yox. Özün güclü görən. Tanrı qoyaq adını, nə qoyaq? O özgürlüyü o güclü verir. O güclüdür. Bizə verdiği şey bizə haqq olur. Bizə vermədiği haqq olmur. Yəni, deməyim odur ki, o dindən gələn elə bir anlayış var. İndi bugün sorğulana bilir. Bugün ayrı formaya düşə bilir. O anlayışlar mükəmməlləşdikcə və yaxud bir hadisə baş verdikcə, o hadisədə deyək ki, insan haqları bəyannaməsinin çıxma səbəblərini araşdıranda görürsən hansı faciələrə dayanır və o faciələrdən dərs alaraq bir də o baş verməsin deyə bir sıra hüquqlar tərif olunur, bir sıra məsələlər qoyulur. İnsanların o, necə deyərlər, daha deyək ki, normal bir nizam-intizamda yaşaması üçün bir sıra hüquqlar, haqlar tərif olunur və ona rəsmiyyətə tanınır və qəbul olunur. İndi biz o anlamda deyək ki, məsələn, bu günləri artıq heç bir bəlkə ölkə yoxdur ki, qəbul etməsin ki, hər bir insanın yaşamaq haqqı var. Hər bir insanın bu günləri, məsələn, desək, deyək ki, indi texnoloji gəlibdir, informasiya gəlibdir, internet gəlibdir. Məsələn, informasiyadan istifadə etmə haqqı var. Sən onun internetini kəsə bilməzsən. Məsələn, deyək ki, Finlandiyada, deyək ki, bəlli bir sürətdə sizin havai internetiniz var. Yəni, onu dövlət müvəzzəfdir, onu təmin eləsin. Yəni, səni informasiyasız buraxa bilməz. Sən evində pulsuz internetin olur. İndi istəyirsən onun sürətini artırasan, ona əlavə pul verirsən, o başqa. Amma yəni, onu da bir haqq kimi sənə qəbul edir. Ya məsələn, özəl mülkiyyət haqqı, ya o azadlıq haqqı, söz azadlığı haqqı ki, bunlar qanunda. Yəni, indi modern o baxışdan yola çıxaraq, yəni bu o hüquqi, siyasi anlamda rəsmiyyətə tanınır və bu anlamda biz tərif eləyə bilərik haqq nədir. Amma o fəlsəfi anlayışlarla, əxlaqi anlayışlarla tərif eləyəndə onun müxtəlifliyi çox olur. Mütləq deyil, bu qədəri belədir, nisbidir, nədir, filandır. Cürbəcür o da ki, təbii ki, təxəssüsü bir yanaşmadır. Və zaman içində bunlar gəlişəndir, hesab edir. Haqq qavramını kim tərif edir? İndiki o cür oldu. Əlbəttə,
bilirsiniz, burada sizin parti çox sizin təşkilatın düşüncələrin barədə istəyirik öyrənək ona görə. Haqq kavramını herkes tarif eləyə bilər. Herkes tarif eləyə bilər məncə. Yani mesela çünkü bazı hallarda biz görürük ki biz bir şeyi öz hakkımız bilirik ama o sana o hakkı vermir. Mesela öz ana dilimizde danışmağı biz öz hakkımız bilirik ama karşı taraf diyor bu senin hakkın değil. Sen dilin için değil. Onu elirsen mesela olursan qovmiyyətgara, qəbiləgara. Cürbəcür hələ bir ittiham da gəlir onun üstüne. Yani herkes tarif eləyə bilər ama bunun hesab eləyirəm ki o necə deyirlər doğru o tarifi eğer biz bu günləri mesela modern yaşamda hukuki ve kanuni tarifler içindədirsə ki çünkü o artık ondan sen özü müəyyənləşdirə bilirsən. Eğer o pozulursa deyirsən benim bu hakkım pozuldu. Çünkü kanunda o müəyyənləşib. Bazı şeylerde onu deyə də bilmirsən. Mesela bazıları sizin bizim ya sizin deyək ki ayrı seçkiliyə məruz qalırıq ama deyə də bilmirik. Elə eləyirlər ki o deyə bilmirsən elədi. Ama eləyir demədən. Çünkü o tarif, o kanunda artık o yoktur. Çılpaq şekilde mesela sen dil ve şəxsiyyət ve tohin eləmir. Ama gördüğü işte görürsən ki o amildir. Onu subut eləyə bilmirsən. Mesela o kanunda da yoktur onu subut eləyəsən. Özümün canı bu ki tabii ki herkes tarif eləyə bilər ama o tarif önemlidir ki o hukukda, kanunda ve beynəlxalq o anlayışta bir standart şey alıbdı. Necə deyirlər bir ne deyirlər ona bir şey ki mərcə olubdu. Artıq o mərcə kimi sən deyirsən bax bu standartlara görə bu haqdan mən məhrum olmuşam. Yani indi məsələn o standartlar olmasa o haklar yoktur mu? Haklar var tabii ki o dediğimiz o mesela bir diyelim ki her bir insanın yaşamak hakkı var. Ben güçlü de olsa karar değil ki mesela bir uşağın tutam elə harda geldi onu inciden boğam ya bir heyvanı ya mesela bugünləri artık etraf mühit etrafa necə deyirlər mesela çevrə çevrəni belə sənin özünə artıq haqq vermirsən. O ağac demir ki, mənim haqqım var. Sən ona münasibətdə deyirsən, bu ağac kəsilməməlidir. Təbiət korlanmamalıdır. Bura zibil atılmamalıdır. Yəni o çevrəyə bir hörmət əlaməti olaraq və artıq bir yaşam tərzinə çevirirsən. Ona baxmayaraq ki, onu tələb eləmir. O çevrə. Deməyim odur ki, o da mənfəət əsasında, yenə də mənfəət əsasındadır da. Yəni mənim mənfəətim buradadır ki, çevrə kirlənməsin. Yəni sonunda mən o mənfəətimin əsasında mən bilirəm qanun keçirdim. Axırı ora gətirəcəkdim. Onu mən bilirdim. Mən elə onu gözləyirdim ki, deyəcəksən güc, mənfəət. Mən haqq açıram oradan, o deyil, alınmadı. Ama tabii ki mənfəət var. Ama burada elə bir şeydir ki, biz hamımız ondan faydalanırıq. Yani bir insancıl yaşama şeyini biz bir mesela deyək ki, kültürel bir artıq həyat tərzinə çevirəndə hamımız ondan yaşayırıq. Mesela ondan kanunla o tənzimlənəndə bəzilər deyir o məhdudlaşır. Bizim mesela özgürlük hakkımız. Ama məncə o məhdudlaşmır. Əksinə o daha nizamlı olur və sən ondan daha sistemli faydalanırsan və ona bir zərər gələndə biri ona toxunanda sən onu müdafiə eləyə bilirsən.
qanunla, məhkəmə yolu ilə o haqqı bərpa edirsə. Ona görə də yəni hesab edirəm ki, bu insanın təbii haqları, bəşər haqları elə bir qavramlardır ki, onun əsas təməli bu günləri hüquqdur, qanundur və biz onun üzərindən danışsaq daha anlamlı olar. Yəni yeni tərif mən vermək fikrində deyiləm. Yəni Siz onu məsələn, axtarırsınız. İranda üçün hüquqda, qanunda bizim haqqımız yoxdur. Bir millət olaq, bir dil sahibi olaq, bir vətən sahibi olaq, bir dövlət sahibi olaq. Haqqımız yoxdur onda da. Çünki O artıq hüquq haqqımızı oldu. pozur. Yox. Baxın, məsələn deyək ki, O haqqı pozanda haqqınız indi qanunda yoxsa, siz də budur deyirsiniz. Qanunda yoxsa siz nə haqqı sahibisiniz? yox, mən elə demədim. Deyirəm ki, bizim istinad elədiyimiz standart var. Məsələn, o haqqı vermir, amma 50 il bundan qabaq o standart yox idi. Hüquqi bəşər dediniz ya, konvensiyonların heç birisi 50 il bundan qabaq yox idi. ona görə də 50 il bundan qabağın cinayətlərinə baxanda, 50 il bundan qabağın soyqırımına baxanda, 50 il bundan qabağın təcavüzlərinə baxanda, ölkələrin işğalına baxanda, adam məsələn götürür, aparır, deyək ki, bir savaşı qazansın deyə başqa bir ölkə çox rahat şəkildə atom bombunu tökür təpəsinə. İndi görüm eləyə bilər. Yəni o zaman içində. Ona görə də məsələn bu günlər İndi də məsələn edir, yəni indi əlan İsrail 9 ayda məsələn şeyi vurur, Qəzzəni vurur, 45 min nəfərə yaxın adam öldürüb, 20 min uşağı öldürüb, 17-18 min xanım öldürübdür və dünyada heç kəs də demir ki, ədalət, hüquq, bu da haqq da yoxdur, bir şey də yoxdur, orada güc var. Məncə elə deyil. Bu dəqiqə məsələn deyək ki, Amerikada, Avropada, bir çox ölkələrdə o sivillərin ölümü ilə bağlı narahatlıqlar, Onlar etirazlar. gücsüzlərdirlər. Gücsüzlər ora gəlir. Hünərli güclülər ortaya gəlsinlər. Desinlər ki, tamam, məsələn, İsraili gedəcək qabağına alaq. Yoxsa mən də gücsüz, sən də gücsüz, gedək orada, o da çox rahatca deyiblər, mən bunlara adam hesablamıram, ya bunlar önəm daşınır. Bilirsiniz necə deyir? Məsələn deyək ki, o məsələ görürsünüz, onun mürəkkəb tərəfləri çoxdur. Yəni gərək əgər bir ədalətli yanaşmadan danışacağıqsa, orada bir çox məsələlər var və onun o dərinliyinə gedəndə iş çətinləşir. O mənada hesab edirəm ki, yəni mən indiki modern qanunlarla yenə də siz görürsünüz ki, o beynəlxalq hüquq, BMT məsələn, bir sıra qərarlar qəbul edir, bir sıra suçlamalar, sənədlər hazırlayır və suçlayır o ölkəni. Məsələn, Azərbaycanla Ermənistanın məsələsində suçladı 30 il. Amma heç nə olmadı. Yəni o haqsızlıq, Azərbaycan özünü haqlı da bilsə, zəif olduğu üçün eləyə bilmirdi alsın torpağın, haqqı qoysun yerinə. O güclər də heç görmürdülər. Amma o zaman ki gücləndi, haqqını aldı, onu da tutdu arxaya. Yəni güclü olsan haqqın var. İstəyirəm bunu deyəm. Mənim düşüncəm. Mən bilirəm nə deyirsiniz, amma mən bilirsiniz nə demək istəyirəm? Demək istəyirəm ki, yəni hər kəsin, ya hər bir dövlətin istinad elədiyi bir standart, bir necə deyirlər, qayda var. Ona uyğun o da, məsələn, Azərbaycan dövlət olaraq işğaldan torpaqlarını azad etməsi gərəkir. Orada o işğalda iştirak edənləri deyir, ona qarşı silah işlədirlər. Hər halda onunla qarşılaşır və savaş gedir orada. Amma bütün bunlara baxmayaraq, məsələn deyək ki, Azərbaycan özünə haqq vermirdi ki, sivil bölgələri düşmən olsa belə, orada məsələn, onlar ermənilər gedirdi, sivil yerlərdə səngərlər qururdu, toplarını, digər şeylərini orada qoyurdular. Məsələn, Bimaristanın yaxınında İskəndər raketi qoyub oradan atırdılar Azərbaycan. Azərbaycan onu xəstəxana var deyə oranı vurulmurdu. Bilirsiniz, yəni
O anlamda demək istəyirəm ki, bəlli bir kurallara söykənmək. Təbii ki, zaman zaman haqsızlıq olur. İran adlanan ölkənin anayasasına gələndə indi hər bir insan, hətta bugün özləri belə deyirlər ki, bu yarım yapalaq bir anayasadır. Heç bir şey deyək ki, qəbul olunmazdı və biz də öz məsələlərimizə baxanda beynəlxalq o insan haqları bəyannaməsi əsasında haqqımızı tapıb deyib bu pozuldu. Mənim söz azadlığım, mətbuat azadlığım, yaşam azadlığım, mülkiyyət azadlığım, seçib seçilmə azadlığım, bunlar bəhanı. Niyə vermirsən? Niyə qoymursan mən istədiyim məsələn namizədə səs verim? Biri bir namizədi dəstəkləyirsə, onun şəklini yapışdırıb təbliğ edirsə, gedib məsələn keçənlərdə gördüm, şokerlə vurdular onu, tutdular, apardılar. Yəni bu ən azı o seçki qanununda o adamın təbliğ eləmə haqqı var. Onu poza bilmir, amma o pozur rahat. Yəni deməyim odur ki, o anlamda deyil ki, onun yazdığı bir sıra kurallar əgər standartlara uyğun deyilsə, o iddia edə bilməz ki, mən qanun yazmışam və yaxud onu vermirsə, iddia edə bilməz ki, hə, o düzələcək, necə bizə deyirlər. Yavaş-yavaş islahatla çox şey olacaq. Bilirik ki, haqda və haqlı olmada bireylər və toplumlar arasında dərin və geniş ixtilaflar var. Bu yüzden haqlı olma nəyə bağlıdır? Misallarını indi danışdıq da. Məsələn, Azərbaycan, Ermənistan, Filistin, Xəzəlilər, İsraillilər, Japon, Amerikanın atom bombası, bunları danışdıq. Yəni bunlar biraz gərək o necə deyirlər, misallar üzərindən gedib danışanda daha anlam verir. O anlamda yəni siz deyirsiniz ki, o kökündən danışaq biz bunu. Yəni deyək ki. Yəni indi sizlə mən gəlsəm, sizin evə düşsəm, evizi aparsam, oğurlasam, mən özümü haqlı bilirəm, siz də özünüzü haqlı bilirsiniz. Mənim özümü haqlı bilirəm, düşəm sizin evizə aparam. Siz də özünüzü haqlı bilirsiniz ki, malınızı verməyəsiniz. İndi burada bu haqlar, bu nəyə bağlıdır bu haqlı, haqsızlıq? Məncə bir sıra onun yəni əxlaqi kurallara yəni bağlıdır. Yəni siz bilirsiniz ki, oğurluq edirsiniz və yəni bu o demək deyil. Məsələn, yalan danışmaq. Bilsəm ki, pis bir şeydir, düşmənəm ki. Bu adamlar ki, ixtilas edirlər ha milyard dolarlıq. Japonda məsələn bilir ki, ixtilas eləsə pis iş görür. Gedir harakiri edir. Özünü öldürür millətin qabağında. Deyir ki, mən pis iş görürüm. O özünə bir əxlaqi cəza verir. Hə, amma bizim burada nə? Əxlaqi cəza vermir. Əslində özünü öldürür. Yəni rəsmən cismi cəza verir. Amma bizim yəni əxlaqi olaraq özünə bir cəza verir. Məhkəmə, qanun gözləmədi. Bəli. Yəni istəyirəm deyəm ki, bu orada o cür bir şey var. Adam özünü mücazat edir, deyir ki, mən yəni bir şeye vardı. Ama burada mesela bizim burada ixtilaslar maşallah milyardlar, min milyardlar da. Yani mən hesablarım bəzən 5 milyard, 10 milyard dolar mesela ixtilas olur. Adam təəccüb edir. Ama adam heç tükü də tərpəşmir. Ona göre tərpəşmir ki, o deyək ki, onun belə deyək də, bir sıra üzərində sorumluluq var. O haqla həm də sorumluluq bir arada olmalıdır. O onu belə deyək də, fikirləşir ki, bir fürsət kimi, məsələn, gəlir olur, keçənlərdə biri var idi, hansısa bir idarədə, orada çox rahat şəkildə o hesablama işlərində böyük bir şirkət imiş, neymişsə, orada o hesablarda çox belə qarışıqlıqlar eləyibdi və oradan 2 milyon dolar pul mənimsəyib. Və heç kim də bilməyib. O
karma-qarışıq hesabda. Sonra baxıblar, araşdırıblar, görürlər burada 2 milyon dolar yoxdur. Və o adam bir gecədə deyir, özü ailəsini göndərib, özü də bir gecədə yox olub gedibdir. Və yaxud o ixtilasçılar sizin dediyiniz kimi, məsələn, insanları alladırlar, gəlin filan şeyə pul qoyun, yığır, bir də aradan itir, göyə bunlara məsələn maşın İndi bu ucuz misalları deməkdə yəni istəyirəm bunu soruşum ki, haqlı olmaq nəyə bağlıdır? O hər iki tərəf özünü haqlı bilir. O Japonda ki özünü öldürür, o da özünü haqlı bilir ki özünü öldürsün. O ki milyardılar oğurlur, aparır, o da özü gəlir Kanadada yaşır, gedir kazinoya, filmin də çəkir qoyur ki, mən bax kazinoda pullarınızı xərcləyirəm, işte utanmıram da, şey deyirəm, qızarmıram da filan bəhmən. Yəni bu haqlı bilmək, bu nəyə dayanır? Bilmirəm, yəni orada ancaq əxlaq və əxlaqsızlıqdan danışma. Yəni bir insan gərək nə qədər əxlaqsız olar ki, başqasının haqqını, başqasının hüququnu, başqasının varını əlindən ala və sonra da deyir ki, mən haqlıyam, əcəb elədim. Ona mən Sadıq bəy, doğrusu eyni bu haqq sözü əxlaqa da gedəcəyik. Əxlaq da elə bunun tayıdır. Əlbəttə din də bunun tayıdır. Elə onu da bəhs edəcəyik, amma mümkün dini bu şəkildə bəhs eləməyək, amma bu üç dənəni bəhs edəcəyik. İndi haqqın dayanacağı əslində nələrdir? Haqq nəyə dayanır? Haqlı nəyə dayanır? Məncə biz əgər bir sıra o məsələn deyək ki, təbii olaraq, insan olaraq bir sıra o belə deyək də zati hüquqlarımıza, onu haqqımıza, insan kimi o təbii haqqın hər halda biz deyirik də biz zaten bizim bir haqqımız var. Onu əsaslandırıb, onu o necə deyirlər, ondan yola çıxsa, onun kökü, mənşəyi odur. Düzdür, burada məsələn deyək ki, dini anlayışlarla da bir haqq şey olur. Məsələn, dini ideolojinin özünə məxsus bir tərifi var. Amma orada da onu araşdıranda, məsələn, bu günləri Cumhur İslami'nin vilayət fəqih anlayışı, değil mi? Vilayət fəqih anlayışı bir vilayətdir başqa insanlara. Yəni o olmasa və yaxud müştəhiddir, nə bilim, ayətullahdır, ona nə deyirlər o şeylərə, onun tabiçiliyində olursan, müqəllid, təqlid, mərcə təqlid. Yəni o özünə bir mərcəiyyət verir, sən ondan təqlid eləməlisən, sanki sənin ağlın yoxdur, şuurun yoxdur. Amma mən hesab edirəm ki, hər bir insanın ağlı, şuuru, onun doğuşu, onun zati haqları, onun elə o hüquqlarının mənşəyi, varlığı onun hüquqlarının mənşəyi. Sadəcə güc deyil burada. Yenə mən şey ola bilmirəm, yəni mən ona məsələn ola bilmirsiniz ki, istəmirəm o sizin tuzağınıza düşəm. Düşməyin tuzağıma. Bunu bir cür tərif edeyim ki, görüm zehnə gəlsin. Yəni məsələn haqqın dayanacağı nədir? Bizim axı doğulmağımız bizə necə haqq verir? Məsələn toyuğa haqq vermir. İndi toyuğa haqq vermir. Hər halda bu insan təbiətindən, insanın ağlı, şuuru, hər halda onun qabiliyyəti və bir sıra kurallar ki, onun üzərində qurulubdur. Amma bundan sonraki proseslərdə bir zamanlar məsələn dərisi şey olan heyvanların, məsələn cürbəcürdə ayıdır, filandır, ceyran dərisidir, o dəridir, bu şeylər var idi. Məsələn, çox rahat onlar ovlanırdı, satışa buraxıldı. Məsələn, indi onu Avropa ölkələrində heç kimin o haqqı yoxdur, onu eləsin. Yəni, əgər heyvan məsələsinə, bu özü gözəl dərsidir, amma sonra bunu soruşacağım əslində ki, məsələn, haqq niyə dəyişir? Yəni, haqq dəyişir. Yəni, dünən necə o şey ki, haqq idi. Məsələn, yüzlər əhs var, Fransəlilər Afrikada adamları öldürüblər, ayaqlarını qoyublar üstünə, elə bir ki, məsələn, əstəğfurullah, məsələn, biz ceyran öldürmüşük,
Əstəğfurullah deyirəm, çünki mən heyvan öldürə bilmirəm milçəkdən sonra. Bu tür kiçik heyvanları öldürəndə bu da cinayətdir əgər düzünə baxsaz. Bir dənə varlığın, canlını alırsan öz mənfəəti üçün. Yəni sən siçandan, nə bilim, hər cürə bir heyvandan qorxursan, onun canını almağa çalışırsan öz mənfəətinə görə. Yəni özün qorxunun özünü Yani qorumaq üçün. bir zamanlar biz hele eləyirdik. Öyle değil mi? Ama indi misal diyek ki ben bir canlı bir şey görəndə çalışırım ona toxunmayayım. Ya mesela onu herhalde eve girirse evden çıkarırım ama onu da öldürmeyeyim. Öyle değil mi? Indi yani o çünkü biz ona bir yaşam hakkı tanıyırıq. Ki ölməməlidir. Sen kimsen onu öldürəsən? Ne olsun ki xoşuna gəlmir? Bilirsiniz ne demek istedim? Yani Əti yeməlidir, necə ki öldürməyim. Onun ətini yiyirik biz. Necə ki biz indi bakın mesela o meselelerde bəsləndiyimiz üçün, ondan bəsləndiyimiz üçün çox onu öldürürük. indi bu dəqiqə o meseleler de sorgulanır artık. Yani bir zamanlar biz şuuraltı o uzun tarihten gelen bir yaşam terzi bizim babalarımız herhalde mecbur olublar ovlasın, et yesin, proteinleri olsun, daha uzun yaşasınlar. O hayvanları öldürüblər, hem etin yesin, hem sümüğünü o silah kimi istifade eləsin, hem onun o derisinden, soyuqdan qorunsun. Və yani o şeyler bizim hələ də o yaşam tərzimizdə təbii ki öz etkisini saxlayıbdır indi. Ama mesela görürsünüz ki yavaş yavaş insanlar İndi bu özləri bəhslər ondan çox imtina qırağa edir. keçir. Amma mən yenə soru axtarıram bu suala ki, haqqın dayanacağı nələrdir? Haqqın dayanacağı əsasən məncə qanundur. Qanun. Tamam. Nələr haqları poza bilər? İndi o qanun dediğiniz şeyi nələr poza bilər? Qanunsuzluqlar, qeyri-əxlaqi davranışlar, qudrəti siyasi, iqtisadi mənfəətlər, siyasi mənfəətlər, bu kimi şeylər onu poza bilir və yaxud göz ardı eləyə bilir. Nələr haqlı bir adamı ya toplumu haqsız edir? Ya haqsız göstərir hətta. Məsələn, onu biraz açın. Nələr? Məsələn, bir dənə mən indi deyək bir konuda haqlıyam. Amma haqsız çıxa bilirəm ya göstərə bilirlər. Nədən? Nələr üz verir belə bir şeydə ya nə olur? Nə keçir? Ya bir millət. Məsələn, Azərbaycan milləti İranda haqlı mıdır? Yoxsa haqsız mıdır? Nələr, əgər haqsızdır, nələr onu haqsız edib? Haqlıdır, nələr onu haqsız edibdir? Haqsızsınsa, nədən bir şeylər istəyir? Biz məsələn belə desək ki, biz bir sıra ittihamlarla qarşı qarşıyıq. Ona baxmayaraq ki, haqlarımızı tələb edirik. Dil haqqımızı, kimlik haqqımızı, fərdi haqqımızı, yaşam haqqımızı və yaxud məsələn deyək ki, dövlətçilik haqqımızı, millətçilik haqqımızı, haqqımızı, millət olaraq var oluş haqqımızı, bizim icazəmiz olmadan ərazimizi parçalayırlar və. Yəni bütün bunlar biz indi onun üzərində israrla dururuq. Bu günləri məsələn siz baxsaq bu təbliğatlarda istəyirəm bunu deyəm. Baxın, ora getməyək. Bunu deyəm. İndi bu haqqı ki biz inandıq sizdə saydınız, bunların nələr pozur ya haqsız edir? Yəni onu pozan çok şey var. O amiller deyək ki. Buyurun. Yani eğer mesela deyək ki bir kanunda insan haklarına değer verilmirsə, o hakkı pozur. Güzel. Bir yerdeki
ayrı seçkilik onun için önemli değilse o hakkı pozur. Bir yerdeki çok rahat şekilde işkence uygulanırsa o hakkı pozur. Bir yerdeki sen söz azadlığından istifade edip bir kelime danışmışsan ya bir şey yazmışsan ona göre ceza alıp zindana salırlarsa o hakkı pozur. Bir yerdeki sen belə deyək də öz təhlükəsizliyin üçün deyək ki polisdən yardım istəyirsən o əvəzinə başına dubinka vurur məsələn və yaxud geyimə Dubinka nədir? görə Dubinka nə olur? çomaqla vurur. Ha, çok. Batım. Çomaqla, batumla vurur. Dubinka mən rusca dedim, üzr istəyirəm. Batumla ya çomaqla vurur, dəynəklə vurur. Geyimiyə, yəni o sənin sərbəst geyim haqqın var. Öz geyimi özün seçməlisən. O onu deyir ki, o sənin haqqın deyil, vurur. Yəni bu şəkildə bütün o və yaxud bizim deyirik ki, ana dilimizdə təhsil haqqımız var. O onu vermir və ondan pozur. Ona min cür don geydirir. Elə bizim ən böyük problemimiz odur ki, İnsaf Əli bəy, o şeylə bizi haqsız çıxardıb, həm də özlərinə bir məşruiyyət verirlər. O deyir, o işin içindən çıxmaq çətin olur. Sən haqqı sübut eləyənə qədər iş işdən keçir. Və yaxud çox, belə deyək də, zaman aparır. Her şeyi buyurursuz illa şey istenmirsin diye sizi güç olur, o güç bozur. Yani tamam neydi ya canın sağ olsun. Hak kavramı bozulan bir kavram mıdır? Pozulandır. Yəni bayaq dediyimiz kimi pozulan da o mənada ki kimsənin haqqı olmamalıdır ona. Amma pozurlar. Yəni pozulanda da o mənada yəni sən deyirsən ki mənim hüquqlarım pozuldu. Yəni bu qeyri-qabil nəqzdir. Yəni bunu pozmamalıdırlar. Sən onu hər Yani zaman müdafiə edirsən. Amma yani ki ne pozulur. deyirsiniz? İstirsiniz deyəsiniz ki, yani görün mən düz anlıram. O sizin bu cümlənizi ayrı cür desəm, ayrı cür. Hak iki tərəflidir. Bir tərəf poza bilsə də o birisi tərəfdə haqqı özünə sabit bilir. Elə, doğrudur. Yəni bizim məsələn deyək ki, özümüzü haqlı biri bilib bir insana zor desək, amma o deyir, biz ona zor demiş oluruq. Onun haqqı durduq yerə adamın haqqını pozmuşuq. Yəni indi nə ilə əsaslandırırsan əsaslandır. Amma sən onun haqqını pozdun. Onun o durduq yerə o belə deyək də heç bir qanuni, heç bir nə bilim nə səbəb olmadan adam evindən məsələn deyək ki İran rejimi çox rahat şəkildə insanların o hərimi xüsusi özəl həyatına gedir, burnunu soxur, girir evinə. Qapını sındırır, rəsmən heç bir bəlgə olmadan, heç bir o deyir, hüquqla tərif olunan bir anlayış olmadan qapını sındırır, girir evinə, arvadını, uşağını vurur, çırpır. O adamı da məsələn qandallayır, sürüyə aparır, döyə aparır. Təbii ki, o adamın hüquqları pozuldu artıq. İndi o onu bəlkə İran adlanan ölkənin o məhkəmələrində heç sübut da eləyə bilmir. Çünki zorla da ona etiraf etdirirlər nələrisə. Amma nəhayətdə o adam o iddianı qaldıra bilir ki, mənim bu hüquqlarım pozulubdur. Kim ya kimler hak ve haklıdır? Çox qəribə sualdır. Kim və kimlər? Mən yenə də çalışıram o
Sizin o yani o söze gelmeyeyim ki mesela güclüler haklıdır, güçsüzler haksızdır. Yine deyirəm ki, bəy, burada bir hakkın eğer biz kanuni tarafından götürsek ki bir beynəlxalq hukuk sisteminde standartlaşmış bir sistem olarak, tarif olarak ortadadır ve onunla sen özünü müdafiə edə bilərsənsə, o əsasda məsələyə baxmalıyıq. Yəni Axı yenə mən onda bir təzadda yetişirəm də. Məsələn, mümkündür 10 il bundan sonra bu sazman milləl dağılar. Necə ki cami-i milləl var idi, dağıldı, getdi. Ondan qabaq bunlar qanun olaraq yazılmamışdı ki, dövlətlər də qəbul eləyələr. İndi məsələn, bizim millət olaraq qəbul eləmir sazman milləl. Adı millətlər şeydir da, birliyi, təşkilatıdır. Amma orada dövlətləri qəbul edir. İndi mümkündür 30 ildən sonra deyək ki, yox, bura millətlər təşkilatıdır. Dünyada da 6.000 millət var, 10.000 millət var, 20.000 millət var. Mən onların təşkilatıyım, dövlətlərin təşkilatı deyiləm. Yəni, çünki indi o qanun yoxdur, biz deyək, indi bunların haqları yoxdur. Yəni, o beynəlmiləl standart yoxdur. Ya məsələn, mümkündür 50 il bundan sonra deyərlər, sazman milləl də aradan getdi. Tamam, dünya bir savaşa girdi. Məsələn, 3-cü Dünya Savaşı başlandı. Kollan dəydi bir-birinə, hər şey dağıldı. Heç kəs də gəldi, heç konvansiyonu qəbul eləmədi. Hüquq bəşəri qəbul eləmədi. İnsanların haqqı yoxmudur indi qanunsuzluq olsa? da o siz anarşizmdən danışırsınız, hərcümərcilikdən, yiyəsizlikdən. Təbii ki o meşə qanunları deyir onda keçir də. İnsanlar məsələn o filmlərdə göstərir, elə bir vəziyyət yaranır. Artıq kim kimi deyir, yedir. Kim kimin haqqını əlindən aldı, kim kimin o deyir, o yeməyini tutdu əlindən aldı. İndi də elə nəzərinizdə indi o cür deyilmi? Yəni indi məsələn Yox, biraz mən- gizli, biraz örtülü, biraz qorxunun arxasında, biraz şeydə, məsələn deyirəm, Bill Gates'in varı dünya insanlarının varının hamısından çoxdur. Tamam. Yani siz bunu haksızlık mı bilirsiniz? Yani Siz buna haqsızlıq bilmir misiniz? yok. Yani siz deyirsiniz ki dünyada eğer mesela 8 milyar insanın serveti mesela dünyada 1% insanın elindedir. 1%'in əlində deyil, fəqət Bill Gates'in əlində olan sərvət 8 milyardın əlində olan sərvətdən çoxdur. Ne kadardır ki mesela onun serveti? Vallahi o cür şey deyirlər ki, az qalıb nəfərə 1 milyardı geçə. Yani 8 her milyarddan çox. 8 milyar dolar deyirsiniz onu. Yani Yok. o bir rakam Çox değil ki. çoxdur. Neçə min milyar, neçə yüz min milyard, neçə bilmirəm, indi orasını bilmirəm. Amma çox böyük. Yəni mən beynimin onun sıfırlarını daşımadı. Yəni mən riyaziyyatda savadım yetişmədi. O sıfırları qoyanda oxuyam deyəm ki, tamam bu milyardıdan sonra trilyona geçir. Niyə geçir? Ondan sonra nəyə geçir? Mən bunları başlamadım ki. Şimdi eğer o mesela diye ki kanuni olmayan yollardan onu elde edip neden elde edip yani Yapasan qanuni olsun məsələn. yani Axı bu rantlardan ola bilərmi elde belə edip bir şey? Bir dana insanın gücü 50 dana dövlətdən çoxdur. Yəni bu qədər güclüdür. 50 dana yox. 150 dana dövlətdən çox gücü var. Bill Gates'in. Yəni 150 dana dövləti alar, satsalar, alar qoyar cibinə, deyər xoş gəldiniz. Hamımızın lideriz mənəm. Hamımızın da sahibiz mənəm. Sahibiz mənəm. Məsələn bu ben o indi Haklı siz ona haklı mı olmaz mı? değilsiniz? Sabahları bu gəlib bu 100 məmləkəti alsa haqlı olmaz mı? Sizce hansı memleket onu satar mesela biz satarız mı mesela diye ki Azerbaycan'a Pula satsan, pulu var alar. İndi satmırsan bir ayrı bir şey. Amma o qədər pulludur ki, satsan 150 məmləkəti alır. tamam da Azərbaycan Qarabağı almaq üçün 3000 neçə yüz şəhid verdi. Almaq üçün. Amma bir gün satsa biri, məsələn biz deyirik ki, mən özümün arzum budur ki, məsələn Azərbaycan qəramətin Zəngəzur dediyimiz yeri, Güney Azərbaycan dediyimiz yeri
Batı Azərbaycan üzr istəyirəm orada deyilir. Batı Azərbaycan dediyimiz yer məsələn kəramət olaraq alsın. Amma məsələn satmırıq o bayılmış ki, amma adamda güc var almağa. Yəni gücdən danışırıq. Yəni sizin anlamınızda yəni güclü haqlı çıxardır. Mən ona qarşıyam doğrusu. Mümkün nə qədər istəyirsən səbəb gətir. Yox, mən istəmirəm ora gətirəm. Mən istəyirəm ki, bir dana içindən bir söz, bir qavram çıxacaq, bir yol tapaq, bir anlayış çıxsın ortaya. Yoxsa mənim Ama siz o dəqiqə bütün dünyanı məhv elədiniz. Sonra dediniz ki, bundan haqq çıxardı. Məhv olmuş dünyadan nə haqqı haqq çıxardı? çıxartmayaq, bir tərif çıxacaq, bir qavram çıxacaq. Bir yerde ki də heç nə yoxdur. Məsələn deyək ki, millət ancaq bir gün ətin yemək zorundadır. Mesela olur da mesela Onda güclüdədir. Onda haqq güclü iləndir. Onda haqq laflarla. Bakın mesela o bazı filmlerde olur. Mesela təyyarə düşür, partlayır. Orada insanların deyək ki bir sırası ölüb, mesela 5-3 nəfər orada canlı qalır. Onlar bir gün, 2 gün, 10 gün, 5 gün başka şeylərlə bəslənirlər. Sonra görürlər, tapırlar, o cəsədləri yeyirlər. Sonra o özləri xəstələnir. Tarixdə bu çox olubdu. Tarixdə çox olubdu. Tarixdə aclıqlar gələndə baş verib də. Amma düşünün ki, məsələn, necə deyirlər, baxın görün orada hər bir insan nə qədər o əxlaqi sorun yaşayır. Yəni, lap belə diri də qalsa, sonra da onu qurtarsalar o vəziyyətdən, o bir ömür boyu yaşaya bilməyəcək. Çində bir nağıl var. Deyir ki, aclıq düşdü, insanlar aclığa getdilər. Siz deyən kimi oldu, adamlar bir-birlərini yeməyə başladılar. Birisi var, dədəsi var, yol yeriyənmir, kördur. Yol yeriyənmir, görmür, kördur. Bu, əvəzin ki, dədəni yiyə, əlin kəsdi, yedirdi dədəyə, sabahları qolunun birazını, otursa, özünün yedirdi dədəsinə. Yəni, dünyaya belə də baxmaq olar, otur da baxmaq olar. Amma biz bir qavram tapaq. Baxın, biz indi dünyaya istəmirik yol tapaq. Biz Güney Azərbaycana bir çıxış yolu axtarmalıyıq. Düşüncə yolu axtarmalıyıq ki, siz bir kaos yaradırsınız. Kaosda yaşırıq. Mən yaratmıram. Kaosda 100 ildir yaşırıq. İndi bu kaosu görmürük, adət eləmişik içində, o ayrı bir şeydir. Biz kaosa adət eləmişik, təbii görürük. O meşədə yaşırıq, o meşəçi dediysə, adamlar bir-birini yiyir. Biz orada yaşırıq, dədə balanı öldürür orada, o torpaqda. Amma deyirik ki, ərəblər 1000 il bundan qabaq qızını öldürür. Onlar burada elə indi qızını da öldürür, oğlunu da öldürür, ərini də öldürür, arvadını da öldürür, dədəsini də öldürür, nənəsini də öldürür. Biz onu yaşırıq, kaosu yaşırıq, çox pis yaşırıq. Amma elə adət eləmişik ki, görmürük, hiss eləmirik. Siz o təəssübdən öldürən insanları deyirsiniz, değil mi? Sen kızını Hamçısın siz deyirsiniz, hər nə dəlillə deyirsiniz, deyin, amma orada adamları öldürür və biz adət eləmişik. Bizə fərqi yoxdur ki, orada qoyun öldürürlər. Yəni, qurban kəsməklə fərqi yoxdur ki, qonşumuz məsələn qızını öldürdü. Toplumumuzda bir əksül əməl görmürük. Yəni, eyni elə bir qoyun kəsirlər. Polis tutur öldürür. Biz onu qoyun kimi görürük. Baxın, mən demirəm küfürdə olsun, ərəb olsun. O ciddi sorundur. Mən bilirəm nə deyirsiniz. Məsələn, toplumsal təpki. Yadınızda olsa, iki hadisədən qısa deyim. Keçənlərdə çox öncələr. Muğamda məsələn bir adam 8 yaşında bir qız uşağına təcavüz eləmişdi, sonra da öldürmüşdü, sonra da onu nəyinsə içine bastırmışdı. Mesela Muğam cemaatı yani hem o uşağı axtarmaq, onu tapmaq üçün günlər, gecələr və nəhayətdə məlum olur ki, bir adam bunu eləyib və çox böyük bir faciə kimi, yəni bütün deyək ki, da o xəbərlərə yayıldı. Ya o Gilanda məsələn adam qızını, başını oraqla kəsmişdi. Bilmirəm, eşitdiniz onu. Amma biz
ötən 100 ildə qətliam olmuşuq. Dəfələrcə 25 min nəfər adamımız ölübdü. Biz o kaosu yaşırıq. Baxın, mən istəyirəm bunu deyəm. Biz o kaosu yaşırıq, amma haqlıyıq, haqlı deyilmiyik. Buna bir qavram tapmalıyıq. Yoxsa biz nə cür qalxarıq o kaosun içindən yuxudan duraq? Yuxunun içində biz yuxudan içində görürük, amma yaşırıq, görmürük. Yuxuda da deyirik, ayıqlıqda yaşırıq, amma hələ bir qavram tapmamışıq. Biz oradan çıxasın eşiyə. Qavramsız da o qavramı mən başa düşürəm, amma məsələn biz bu günləri ayrı seçkilik ifadəsini təbiz olur da, təbiz qoyurlar. Təbiz deyil. Təbiz Yox, deyil. Təbiz məsələn, deyil. 25 min nəfər adamın ölməyi təbiz deyil. Onlar min nəfərin əmvalı əlindən alıb eşiyə çağırmaq təbiz deyil. İnsanlar bir dana partiya quracağam deyə 15 il zindana getmək təbiz deyil. Bunlar təbiz deyil. Təbiz budur. Təbiz budur ki, deyəm ki, sizin kravatınız qırmızıdır, mənimki bu rəngdir. Siz niyə qırmızı vurmusunuz? Mən sizi bundan ötürü mücazat edirəm. Bu təbizdir. Bildim onu. Mən elə bunun bu tərifi biz hələ insanlarımıza başa salmaq üçün dəridən qabıqdan çıxırıq. Adi, yəni deyirik, qardaş, bizə təbiz var. Deyirlər, yoxdur. Axı təbizi desən düşünməz də, çünki o kaosda yaşır. Kaosdan çıxartmaq üçün ona bir tərif verməlisən ki, onu yerdən qavzasın, çıxasın eşiyə. O şey, qiyamətdə var, ha deyir ki, Quranda var, deyir ki, Sur İsrafildə üfləyəcək o sura, yerdən ölülər qaynayacaqlar. Mən bunu bir dəfə Günas TV-də dedim. O Azərbaycan Cumhuriyyətində bir dənə şey var, film var. Tarixi filmidir, Məktubat. Orada gedir hambal deyəndə yerdən insanlar elə bir qəbiristanlıqdan qaynırlar, çıxırlar eşiyə. Hamısı da bir dəri, bir kəmik. Hə? Mən ona dedim ki, burada yerdən qiyamət olur, qiyamət qalxır göyə. Göyərirlər insanları, oradan çıxırlar eşiyə, həm də çox pis. İndi bizim Güney Azərbaycanda qavram yaratmalıyıq ki, insanlar yerdən göyərsinlər, o ölülər qəbirdən. Biz ölüyük hamımız. Mən cənabızdan uzaq olsun, dostlarımızdan iraq olsun. Mən ölüyəm, biz ölüyük, biz diri olsaq bu vəziyyətdə davam getirəlmiyik. Mən hesab edirəm ki, sizin dediklərinizdə doğruluq payı var, amma burada məsələyə çox aqressiv yanaşmaqla biz heç bir şey həll edə bilmirik. Çünki topluma bəzi, məsələn, deyəndə ki, axı sən də insansan, səni də yaşamaq haqqın var. Sən niyə deyək ki, küçələrdə necə deyirlər, səhərdən axşama gedəsən zibillikdə eşələnəsən ki, bəlkə bir tikə çörək tapdım və yaxud karton, nəsə yığdım, zibil satdım. Yəni, sənin yaşadığın məmləkət gərək sənin insan kimi yaşam haqqı rəsmiyyətə tanıya və onu təmin eləyə. İndi insanlara çatır o. Bilirsiniz, məsələn, mən Günas TV-də yadımdadır. 10 il bundan qabaq dediyim sözdə, indi bəzi insanlara görürəm, düşünürlər ki, deyirəm, buna baxın, mən bunu 10 il bundan qabaq, deyək ki, mən və yaxud dostlarımız danışmışdıq. Amma indi buna əksüləməl var. Sadıq bəy, mən bir dənə kitab yazdım İranda. İranda bir kitab məndən çap oldu. Mən o kitab üçün getdim, dinləri axtarırdım, görüm dinlər nə cür düşünürlər. Dinlərin əsas fəlsəfəsini axtarırdım. Orada gəldik, mən Tehranda bir dənə məbəd tapdım. O adı bizim dilimizdə bəlkə pis gəlirsə qulağa. Amma bu addır, bizim dilimizdə deyil, onun üstündə pis deyil. Sikh deyə bir millət var. Hindistanda. Bunların sayı 5 milyon yarımdır. İndi olsun 6 milyon. Yap olsun 7 milyon. Yox, geçən 20 ildə bu məsələ biraz çoxalıb oldu 7 milyon. 7 milyon insan Hindistanın sərvəti, gücü, Kanadada, Amerikada yaşayan pompu benzinlər, tirelilər, filanlar bunlarındır. Niyə? İki dənə usul, fəlsəfələr iki dənədir. Bir, haqlısan, güclüsən, haqlısan, gücsüzsən, haqsızsan. İki, ölüm var. Ölümdən sonra heç zət yox. Baxın, iki dənə inanc, iki dənə fəlsəfə, bir dənə fəlsəfədə iki şeyin üstündə. Onun üçün xanımları da qılıç daşıyır. Kanadada, Amerikada qədəğandı bunların qılıç daşımağı. Yanlarıcan təxtə qılıç daşırlar. Təxtə qılıç. Sembol
olaraq mən güclü olacağam, öldürəcəm. Özümdən də difa eləyəcəm. O 5 milyon Hindistanın semboludur. Hindistanın sərvətinin semboludur, siyasətinin semboludur, dövlətçiliyinin semboludur. Dünyada siz hindiləri hər yerdə görsəniz, fəqət bunları görürsünüz. İstəyirəm nəyi deyəm? İstəyirəm deyəm ki, bizim millətimizə haqqı düz tərif eləsəydik, düz desəydik, haqq nədir? Bir dəfə bu haqq sözünü salsaydıq, o özün haqqı bilsəydik, fəlsəfəsini düz qoysaydıq, o İrancılıqdan çıxarsaydıq, o başqa yol gedərdi. Biraz yok tartışılır düşüncelerdi sizin düşünceniz. Yani güclə haqq əldə etmək məsələsi hesab edirəm ki, bir çox şeyləri də o toplumda vurur, dağıdır. Yəni güclüyəm, Siz haqlı haqlıyam. olun, siz güclü olun, haqlı olun. Rus gəldi, bizim torpaqlarımızı aldı, Qacarın torpaqlarını aldı. Haqlı da oldu, saxladı da. Biz də güclü olduk, Bilirəm, verdik amma əldən. o verdik, amma biz deyək ki, indi o haqqı həm də özümüzdə saxlayırıq ki, o torpaqlarımızı bərpa edək. Yəni o ondan haqlı olmadı. Bizim haqqımız Haqlı oldu, haqlı oldu, saxladı, 200 il gücləndi. Oradan mən keçən dəfələrdə dostların birindən bir söz eşitdim, dedi ki, Sovyet zamanında, o Rus komünistlik dövründə tamam dövlətlərə, torpaq millətlərə istiqlal haqqı verilmişdi istəsələr ayrılmaq. Azərbaycana yox. Niyə? Azərbaycanın nəfti var. Yəni baxın, oradan güc qazanır, pul qazanır, enerji qazanır. Niyə sənə haqq versin ki? Dəlidir əməyə. Ya farslar gəldilər geçən yüzildə aldılar əllərindən, haqlı olaraq bizi də burada neçə dəfə qətliam ediblər. Tək bizi yox, birisi millətləri də. Əmir Əhmədinin bir şeyi var. Deyir ki, bu Əmir Əhməd, Huşəng Əmir Əhmədi var ha? Deyir onun dədəsi ya babası. Onun dədəsi ya babası. Deyir ki, o bu lorları gətirirmişlər, düzülmüşlər səfər, məşq bağlırmışdılar bir-birləri ilə. Şeymiş da, Ərteşin o ordunun başıymış. Deyir ki, qılıncla başını vuraq, görək ki, neçə metr qaçacaqdı başsız olaraq. Yəni müsabiqə qoyurdular, başsızların arasında bədən neçə qədəm qaçır, yıxılır yerə, ona belə bir dövrəni keçir bu millətlər. Amma o haqqın tərifindədir məncə. Hər halda bunları çox uzatdım, çox uzatdım. Baxın, bu günləri o haqsızlıqlar gizlədilir tarixdə. Məsələn, siz gelin lor tayfalarına, bəxtiyarların yanına, gəlin bunu başa sal ki, sənin babaları bu günə qoyublar. Sizin babalarınızın başı üstündə yarış keçiriblər, pul qazanıblar, qumar oynayıblar. Ki, məsələn, bu 5 metr qaçar, 2 metr qaçar başsız, 1 metr qaçar. Gəlindi bunu o Loristanlıya, o nə bilim, ya bizə, məsələn, Güney Azərbaycanda Pişəvəri dövründə baş verən qətliamları gəlindi başa sal. Gəlindi, yəni məsələ bir də oradandır. Yəni bütün ondan sonra bir qavramlar bəlkə işlənilər, amma bu qavramlar mən yenə deyirəm, məsələn, biz eləyə bilmərik, məsələn, onun o legitimliyini, onun o hüquqi əsaslarını, onun o əxlaqi, insancıl əsaslarını da o qavramdan boşaldaq. Yenə də baxın, hətta bu dünya, indiki dünyadakı bəzən cənabınız difa eləmək şeyindəsiz, Kanadalıları öldürüblər. 5-10 dənə, hər neçə dənə İngilisli gəlibdir, Hindili gəlibdir, cəmi ilə tökülüblər bura. Buradakı adamları öldürüblər. 9 milyon kilometr mürəbbə torpağın sahibi olublar adamları öldürdüklarına görə. Bugün ki, mən cənabınızla danışıram, onu özlərin sahib bilirlər və özə qılınc payı, qılınc savaş payı bilirlər. Biz oranı savaşda qazanmışıq, bizim haqqımızdır. Adamları biz öldürmüşük, bizim haqqımızdır. Çünki niyə haqqımızdır? Çünki onları öldürmüşük. Baxın. Yəni bu günlər ki 2024, bugün 2024. İndi mən görürəm ki, məsələn, sizin baş nazir zaman zaman o
yerli xalqdan üzr istəyir. Onlara qarşı, məsələn, keçənlərdə səhv eləmirəmsə, kilsələrin altından çoxlu cəsədlər çıxdı, sümüklər çıxdı. Üzr istəyirlər yerli xalqdan. Yer vermirlər. Çalışırlar. Yer vermirlər. İndi- Fəqət üzr istəyirlər. Hərəsinə biraz mən indi oradan gedirəm, hərdən benzin vururam onlar olan yerdən. 20 sent, 30 sent ucuz olur ora. Niyə? Dövlət deyir ki, sən 3 şeydə azadsan. Maliyyət vergi verməyəcəksən. Nə iş görürsən vergisiz. Məşrub satıb ala bilərsən. Siqar məvadlı müxəddir ala bilərsən. Amma torpaq alanmazsan. Onlar o torpaqları alamırlar. O 90%, 89% torpaq ki, indi Mələkənin, indiki Charles'ın adına da onu alamırlar. Elədir. Təbii ki, o haqsızlıqlar elə danışsaq, tarixdə sizin də dediyiniz kimi çoxlu baş verib. Məsələn, bizim öz məsələlərimizə gələndə biz görürsünüz, məsələn, 150 il tariximizin içində qalmışıq. Bilmirik. Öz aramızda da, yəni 150 il tarixin içində qalmışıq. Bu günlər məsələn mən bəzi bu Səid Cəlilinin timinin seçki reklamlarına baxırdım. Adam gəlir reklamda yazır ki, torpaqda mühimməz, vəli iqtisadiyyat əzana mühimdir است. Baxın ha. Görün bizi nə ilə müqayisə edir. Yəni bir millətin hoviyyətini yalancı bir iqtisadi vədlə müqayisə edir. Ona görə də deyir ki, gəlin bizə səs verin. Sonra deyir ki, o tərəfdən insanları yığıblar. Bilirsən ki, kasıb, savadsız insandır. Ama təəssübü deyir, səs vermeyin. Biz Türk'ük, lap belə Azərbaycanlıyıq, nə bilim, fəxr eləyirik, amma o deməkdir ki, biz təəssüblə səs verək. Bu iş anlamır ki, axı, söhbət nədən gedir. Yəni, sən öz kimliyi, özdə hamısı ona qəsdən deyirlər, tork zəvazı. Axı, mənim müşküldürsünüz, indi bəhslər yenə mən uzağa çəkirəm, çox bağışlayın. Buyurun. Amma bilirsiniz, onun müşkülü deyil ki, o kasıbın, o savadsızın, o fəhlənin, o ki, sübh gedir, axşam gəlir, onun günahı deyil. Günah ziyalının günahıdır. O ziyalını da əgər bu zindanda çürüdürsə, pulla alırsa, onu mühacirətə məhkum eləyirsə, o ziyalı, o deyir, üz istəyirəm, artıq iş elə yerə gəlir ki, burnunun ucunu belə görmürsə, da onda işıq da qalmadı, ziyalılıq da qalmadı. İndi Ziyalılıq, baxın, ona ziyalılıq demirlər, ziyalı gedir zina, o zindana gedəcək, o edama gedəcək. O gərək sözün əslini deyə, o da bir dəfə deyirlər, deyə, o bir dəfə deyə. Yox, deyirlər, demirik, bilmirik. ya bilsə belə bəziləri demir. Ya, Nə o qədər elə ziyalı. Yəni, ona ziyalı iki dənə deməzlər. Ona ziyalı deməzlər. iddiasını gəl gör, adamı o deyir, elə iddialar edirlər. İddia ilə Elə olmaz ki, iddia ilə Bilirəm, olmaz. onu Bu da da- məmləkətdə həm də onu olan tərifləyirlər. məsələn mən baxıram görürəm ki, bizim tarixdə Heydər Əmoğlu var, Axundzadə var, nə var. Baxıram görürəm hamısı Türkiyə yıxmaq üçün o bizim hakimiyyətimizi yıxaq. Ay, bu harası ziyalı? Bu ziyalı deyil ki, bu xaindir. İndi mənə bunun kitablarını gətirirlər, yoxluqda savadsızlığımdan istifadə edirlər, bunu mənim beynimə soxmağa çalışırlar. Bu mənim ziyalım deyil. Bu Farsın ziyalısıdır. Bu İranın, Quranın ziyalı, bu İngilisin, Rusun ziyalısıdır. Mənim ziyalım deyil. O, mənim hakimiyyətimi yıxıbdır, məni qətlama apardırıbdır. Mənim əlimdən hakimiyyətimi alıbdır, dövlətimi alıbdır. Ya, bu mənim qətli şey. Amma bunu biz məsələn gətirib, bunlardan geçək. Kimlər haqq deyil? Ya haqsızdır. Kim ya kimlər? Elə sual qoyursan ki, kimlər haqq deyir. Fikirləşməmişik da. Vaqiyyət budur. Mən bu sualları yazanda 3 həftə bu çəkdi bu sualları yazam. 3 həftə. Bir örnək ver görüm və o deyir. Mən axı örnək versəm siz deyəcəksiniz ki, mənim nəzərimcə hər kəs özündən difa eləyə bilmir, iradəsindən difa eləyə bilmir, haqsızdır, haqqı yoxdur. Toyuq əgər özündən difa eləyə bilmir, biz onu kəsirik, o haqsızdır.
Türk Əgər bir millət artıq özündən difa o edə bilmir, 40 min nəfər, 30 min nəfər ondan qətliam olur, o haqsızdır, haqqı yoxdur. Yaşam haqqı yoxdur. onda biz onda burada ne gezirik? Niye biz dilimizi ne bileyim falan onda niye işlemeliyiz? Sən indi haqqın olduğu, haqqava inandığı üçün savaşmısan içəridə, o savaşın davamıdır bu. Eşikdəsən, sən Bakın özünə bir haqq bilirsən, ondan difa edirsən, onun üçün də savaşırsan. Burada haqlı olursan. Haqq, bakın çünki o özünün ləyaqət gördüyün, baxın, mən də haqqı belə tərif edirəm. Deyirəm ki, bir iradəm var, o iradə əsasında özümü, bir haqqı, bir tərz yaşam özümə tərif edirəm ki, mən belə yaşamalıyam, belə yaşamalıyam. O yaşam üçün iradəmi ortaya qoyuram və savaşıram. Bu mənə haqq yaradır. Nə mənə yaradır? O özümün özümdən olan, beynimdəki, zehnimdə olan təsvir, düşüncə və iradə ki, onu istəyirəm yaşayan o iradə. Onun üçün savaşıram, ölməyə hazıram, öldürürəm. yani Bu olur, məncə yani haqqı burada yaradır. siz dersiniz ki hiçbir kurala, qaydıya, hiçbir şeye gerek biz tabi olmayak da. Quralı mən yaradacağam, güclü olsam yaradacağam, gücsüz olsam Bill Gates yaradacaqdır. Şimdi, Amerika yaradacaqdı, İngilistan yaradacaqdı. Mən də onun kuralları ilə qətliam, mən qoyun olacağam. Qoyunu da hər zaman kəsərlər. Toyuğu yasda da kəsərlər, toyda da kəsərlər. Biz də toyuq olacağıq, kəsərlər. bilirsiniz sizin dediğinizin o mağzinde bir doğruluk payı var ama o yanaşmanın özü mahiyetçe. Biraz O ifrati gəlir qulaqlara. Biraz ifratını da qulaqlara ifrat. keçir. Yani çok böyle şeydi. Yani Agresif. çünkü agresif ve hiçbir belirleyici bir şeyi ortaya koymuyor. Niyə qoymur? Mesela de ki bakın hayvanların içinde hayvanlar özler hamısının bir müdafaa silahı olur da mesela hayvanlara məxsus təbiətindən qaynaklanan. Mesela görmüşsünüz de deyək ki Kirpi cürbəcür özün hayvanlar. şişirdir. Kirpi özün şişirdir. Biri qılına girir, biri ne bileyim cürbəcür formalarda özlerini Qaçır, koruyurlar. uçur, zəhri Evet. var, filanı var. Bəli. Ve demek ki burada təbiətin özünə məxsus yarattığı bir sistem var. İndi biz insanlara gələndə biz herhalde o bize o necə deyirlər heyvan-ı natiq, danışan, düşünen bir varlık ve adımız insandır bugün. Şimdi biz problemlerden çözümü sadece güç ve güçsüzler üzerinde düşünüp həlləməyə çalışsak, mən hesab edirəm ki o altyapını qura bilməyəcəyik. Mən fikir edirəm ki, onda biz güclü millət olmağa çalışarıq. Millətimiz bilər ki, illəti bu ki biz zəifik, gücsüzük, ona görə haqqımız Onda yoxdur. Biz istirik haqq sahibi olaq, güclü olmalıyıq, güclü olmaq üçün çalışmalıyıq və iradə ortaya qoymalıyıq. Onda mən fikir edirəm ki, biz millətləşərik. Ona göre de bizim toplumda mesela birinin ki biraz imkanı var, mesela pulu var, evi var falan. Ama ona 450 belə necə deyirlər, əyilirlər, baş əyirlər, salam aleyküm, yuxarı başa keç və bir köləlik formalaşır. İndi siz deyirsiniz ki güclüdür, haqlıdır və biz de ona biraz değil de çok çelişkili bir biz de deyirik ki biz hüquqa dayalı, kanunlara dayalı bir siyasi sistem kurmak istiyoruz. Bu sistemde insanlar haksızlığa uğramasın. Sadıq bəy, hüququ zorlular, güclülər yazarlar. Sazimani Miləldə 5 il, 60 il bundan qabaq, 70 il bundan qabaq, 75 il deyək. Bundan öncə Sazimani Milal, Birləşmiş Millətlər dediyimiz varlığı güclülər yaradıblar. Özü də o gücü qorumaq üçün 5 dana Məsihi ölkəyə ki, 5-i də güclüymüş, o zaman ya güclü deyilmiş, veto haqqı veribdi. Dünyanın hamısı bir tərəfə, o güclünün biri bir tərəfə. Yəni hətta o güclünün 4'ü desə hə, biri desə yox, yoxdur, tutardı.
Tamam, başa dünyada düşdüm. 199 məmləkət nə deyir desin, o bir güclünün sözü keçərlidir. Ona görə Çünki güclüdür. ona görə də o güc sorğulanır. Türkiyə prezidenti deyir ki, dünya 5-dən böyükdür. Azərbaycan Nə olsun ki? prezidenti deyir ki, hər halda bir Xümeyni də bunu deyirdi da. Xümeyni də inqilabdan sonra Xümeyni də bunu deyirdi. Nə olsun? Bunun təsiri Xümeyni nədir? kimdir? Ya Xümeyni onsuz da onun bunun O da dedi onu. gedəsi. Yani o sözü qalanda o sözü o da dedi. Qəzzafi də dedi. Ondan sonra yani ben 100 dənə adam gətirirəm ki, onlar da gediblər sazmanimlərdə belə çəkiblər, cırıblar, amma dünya onların deyil, çünki onlar zorsuzdular, gücsüzdülər. Yox, Qəzzafi deyir ya, Qəzzafi atom silahı da axtarırdı. Bu günləri Ona bəhs eləmirik ki, ora getməyək. Ora getsək bəhsimizdən çıxarıq. Güclü gücsüzü deyirəm ki, Sazman-ı Miləldə 5 dənə gücün veto haqqı var, yəni yox demə haqqı var. Amma yenə Və 4'ü də belə desə, biri desə yox, 199 məmləkətlə hamısı o 4 dənə doların içində desələr, o bir dənə Rus olsun, İngilis olsun, Fransa olsun, Alman yoxdur. Fransa olsun, Amerika olsun, İngilis olsun, hangisi desə yoxdur. Onda belə çıxır ki, siz məsələn bizi hər biri yaşam haqqını, azadlıq haqqını, təhlükəsizlik haqqını ki, orada təsbit olunubdur, qəbul olunub. Orada məsələn 4-cü bəndini mən buradan baxıb deyirəm. Heç bir insanı kölə vəziyyətdə saxlaya bilməzsən. Kölə edə bilməzsən. Amma bu günləri dünyada 11 milyon kölə var, satılır, alınır, Sazman-ı Milal deyir. Bu gün ki mən cənabla danışıram, bu o şeydə nə idi Kanadalı, o Vancouverli hüquq bəşər məhsulu var idi, İrana da gəldi bir zaman. Öldü getdi, Allah rəhmət eləsin. Mənlə də 2-3 dəfə görmüşdü. Yadımdan çıxıb. Öldü, mən də adı yadımdan çıxır, 2-3 dəfə görüşdük onunla. O deyirdi ki, 11 milyon kölə var indi, satılır, pulundan alır, satılır. O bir də bu iki. İndi dünyada Amerika istədiyi yeri vurar, dağıdar, Rusiya vurar, dağıdar, Fransa vurar, dağıdar, İngilistan vurar, dağıdar. Bunların misallarını cənabızla danışmışıq geçən günlərdə. İngilistan getdi, Panamanı deyə harayı oranın için dağıttı. Fransa getdi, Almanı da, Libini dağıttı. Amerika getdi, Əfqanistanı, Əraqı, Suriyəni, hər yer istədi. Bizi də sabah, İranı da bir gün dağıdacaq. Niyə? Güclüdür. Və qanunu onlar yazırlar. Onlar uşaqları bombaran edirlər. Mən bombaran eləmirəm. Çünki mən o qədər zəifik ki, bombumuz yoxdur belə gedək. Silahımız yoxdur gedək. Onun silahı var. Biz o yazdığı qanunlara sığınırıq ki, bəlkə diri qalır. Biz ona sığınırıq əslində. Yox, mən sizin fikirlərinizlə tamamilə qarşıyam. Yəni biz eləyə bilmərik bu dünyada mücərrəd özümüz üçün bir sıra ideallar formalaşdıraq ki, bunun istinad nöqtəsi yoxdur. Niyə yoxdur? Dədələrimiz 700 il bu son zamanacan, dədələrimiz 700 il bundan qabaqdan güclüdürlər, imperatorluq yaratmışlar Asiya, Afrika, Avropada və sülhü də qorumuşdular. Bizim dədələrimiz güclü idilər, qorumuşlar. Yəni veto, əfəndim? Hansı sülhü qorumuşdular? Məsələn, sülh deyəndə 700 il bu bölgədə savaş yox idi. 700 il bu bölgədə savaş yox idi. Çünki o şeylər paylaşılmışdı, torpaq idi. Yox, güclüydük. Yox, onları deməyək. Güclüydük. Heç kəs bizə deyənmirdi. Birinci Dünya Savaşında bizim gücümüz getdi əlimizdən. Hər şeyimiz çünki qavramları əldən verdik. Qavram düzəltmədik. Əldən verdik. Getdi, hər şeyimiz əldən getdi. O gündən bu günə bu bölgədə, baxın bu üç qarə, Asiya, xüsusən Orta Doğu, Afrika, Avropanın bir bölümündə savaşdır, qan axır, əsən qan durmur. Yəni, o gündür bu gün. Biz olan dövrdə deyirsiniz ki, hamı sülh səfa içindədir. Sülh səfa %100 değildi, amma %90 bundan yaxşı. İç savaşları, şahzadələr arasında savaşlar. Onlar hər yerdə olacaq. Onlar hər yerdə, o insanın təbiətidir, hər yerdə olacaq. Və nətər ora gələndə belə deyirik. Yox, bilirsin, orada da var idi. Baxın, dedim ki, var idi, amma bu qədər deyildi.
Demirəm içəridə yoxdur. Elə o bizim imperatorluqda bizim axirin savaşımız ki bizə nisbət verirlər. Mən inanmıram. Şeydir da, nədir? Bu Səfəvi ilə Osmanlının savaşıdır. Bəli. Oradan sonra sülh. Baxın, bu uzunluq zamanda sülh olubdu. Ortada savaş yoxdur. İsrail, Filistin deyə nə bir torpaq var idi, nə savaş var idi. Ərəblər deyə bir savaş siz görməzsiniz. Baxın, keçən 700 ilə baxın, ərəblə, qeyri-ərəb ya ərəblər bir-birləri ilə savaş görə bilməzsiniz. Türk-ərəb savaşı da görə bilməzsiniz keçən 700 ildə. Amma bu qavram ki, bu günləri yaradıblar, bu güclü dövlətlər, veto sahibləri keçən 150 ildə bizi bir-birimizə qırtdırıblar. Fərq eləməz. Serbi də qırtdırıblar, Avropada, indi Rusiyada, Ukrayna qırdırırlar, sabahlarda filan yerdə qırdıracaqlar. Tək ərəbləri qırdırmırlar ki. Mən biraz sizin bu yanaşmanızı yenə deyirəm. Məsələn, haqlı payınız var bəzi məsələlərdə. Çünki o qlobal proseslərdə qlobal mənafe, bölgəsəl mənafe, güc qaynaqlarını əldə eləmək, gücləri belə deyək də bir sıra şeylərdə o siyasi, ekonomi nüfuzlarını saxlamaq. Məsələn, siz deyək ki, Səfəvi dövrünü dediniz, Osmanlı dövründə baş verən proseslər filan filan və oradakı o nüfuzun çıxartdığı savaşlar. Hər iki dövlətə Fransanın, xristiyan ölkələrin çıxartdığı o necə deyərlər, savaşlar. Çünki məsələn, deyək ki, mən o tarixi biraz incələmişəm deyə baxırdım ki, məsələn, Şah Abbasın da nə diyor, vəziri cəngi bugün desə, savaş o bir ermənidir. Osmanlı'nın da o da ermənidir. Və bunlar əslində o savaşı bunlar qurur və onları ona zorlayırdılar. Və indi bu günləri məsələn o erməniyə İran deyək ki, Bəndər Abbasda heykəl tikib. Adını da dəyişdiriblər, o bilinmir. Keçən dəfə mən onu Twitter'də yazdım ki bu adam ermənidir, özdə qəbri harda olsa yaxşıdır. Məşəddə düz İmam Rıza'nın qulağının dibində İbrahim Rəisi ilə indi qonşuyadır o adam. Kimdir o? Adını taparam deyərəm. Mən birinci dəfə bu proqramların içində 2 aya yaxındır gedir. Birinci dəfə cənabınızdan burada çox ciddi şeylərdim, bəhsə girdim. Çox üzr istəyirəm. Normalda mən gərək fəqət sual soruşam. Keçirəm suallarımı. Əlbəttə, mən belə bəhsləri sevirəm. Yəni, mənim əgər imkanım olar. Gözəl bəhsdir. Sadəcə olaraq mən yenə deyirəm. Bir benchmarkın olmalıdır, bir istinad nöqtən olmalıdır. Gücün də tərifində, haqların da tərifində, demokrasinin də tərifində və bu sistemi biz eləyə bilmərik. Çünki bu şeylər var, onları pozaq deyək ki, hər şey yenidən quraq. Məncə o bizə çox ziyanlar verəcək. Verəcək deyəndə, yəni hər halda o. Qeydaq, kim haqsızdır? Gücsüz haqsız deyil. Kim haqsızdır onda? İnsanlara şamil olunan və beynəlxalq hüquqda təsbit olunan, haqları pozan kimdirsə o haqsızdır. Beynəlxalq haqlarda haqlar yazılmasa, insanlar istəsələr, haqsızmılardır? Yenə də o ictimai qərardatla məsələn görürsən ki, bir sıra məsələn deyək ki, siz qonşu arasında ya məhəllədə hər hansı bir kurallar yoxdur, amma özünüzün yazmadığınız o ictimai bir yazılmayan bir kural vardı ki, siz ona riayət edirsiniz. Yəni çalışırsınız ki, məsələn gecə yarısı durub evinizdə təbil çalım, kimsə də desən mənim öz evimdə əcəb eləyirəm, siz onu eləmirsiniz, çünki deyirsiniz qonşu yatıbdır. O heç bir yerdə yazılmıyor, amma siz ona riayət edirsiniz. Yəni mütləq haqq var mıdır? Mütləq haqq yoxdur mənim fikrimcə. Güc demir. Mütləq haqq yoxdur. Özünüzü
özünüzü və təşkilatınızı haqq və haqlı görürsünüz? Bizim savunduğumuz bir sıra haklar var. O ferdi, ictimai, siyasi, kültürel, iktisadi, milli dediğimiz haklardır ki, onun uğrunda nizamname əsasında, məramname əsasında təşkilati fəaliyyət göstərir ki, o haqlarımızı bərpa edək. Yox, özünüzü, yəni təşkilatınızı haqq və haqlı görürsünüz? Haqlı ona göre görürük ki, bizim pozulan haklarımız var. Yəni o Mübarizəmizdə ona göre pozulan haqlar getsələr, siz haqsızsınız. Yox, artık hakkımızı elde etmişik. Niye haksız olan? Hakkımızı elde edirik. Biz hakkımızı elde etmek için savaşırıq, haksız olmak için değil. Müxaliflərinizi təşkilat olaraq ya fərd olaraq, içəridə ya eşikdə, dövlət olaraq ya hər kəs haqlı bilir misiniz? Baxır ki, məsələn deyək ki, biri bizə haqsız olaraq ərazi iddiası eləyir. Belə misal vura bilərəm də, istəyirsinizsə, bu cür deyim. Ərazi iddiası eləyir, durduq yerə. Onun deyil, tarixən onun deyil, o ora aid deyil. Təbii ki, biz onun haqsız olduğunu subut eləməyə çalışırıq ki, bu sənin iddian yersizdir. Ona görə də o haqsızlıq etdiyi bölümlərdə ondan müxalifət edirik. Amma hər şeydə ya bir şeydə müxalif etdiyə hər şeydə də müxalif olaq və hər şeydə də onu haqsız çıxaraq bu məsələyə mən doğru baxmıram. Acaba müxaliflərinizi nə qədər haqsız bilirsiniz? Baxır ki, o hansı məsələyə yanaşmada. Yəni deyək ki, biri məsələn deyək ki, sənlə müxalifət eləyir, misal bir məsələdə. Amma onu necə deyərlər, o kontekstdən çıxardıb ayrı bir yerə götürür. Yəni hər halda o hər şeyində bir ölçüsü var. Mən o ölçünün qaçırılmamasının tərəfdarıyam deyə bunu deyirəm. Məsələn, misal vursam. Buyurun. İranla siz müxalifsiniz və hətta İranla biz müxalifətdən yuxarı düşmənsiniz. Bizimki düşmənçilikdir. Bəli. İndi bu düşməndə düşməni haqlı bilirsiniz bu düşmənliyində. Düşmənin düşmənliyində haqlılıq payı yoxdur. Çünki o haqlıdırsa, onda o düşmənçilikdə, yəni mən onu qəbul etmiş oluram. Və o güclü olduğuna görə də özünü haqlı saya bilməz. Onun üçün o, baxırsınız, görürsünüz ki, o haqsız olduğu üçün o təsirlərini başqa yerdən elir. Yəni, niyə o dilini, digər şeylərini bizə üstün olaraq göstərir ki, yəni bir çox şeylər. Və yaxud niyə Azərbaycanın iqtisadi baxımdan geridə saxlayır? Özünə tabiçiliyini qorumaq üçün. Amma onun o haqsızlığı və düşmənçilik etdiyini biz ortaya qoyuruq və ona qarşı o necə deyərlər, mübarizə aparırıq və onu bir düşmən olaraq millətimizə göstəririk ki, ey millət, səni insan yerinə qoymayan bu güc, bu düşüncə, bu siyasət, bu yanaşma səni səndən edir, səni kölələşdirir. Bu günlər adam Türk hoviyyətinə, vətən hoviyyətinə o qədər dırnaq arası baxır ki, 300.000 tümənlə onu sata biləcək qədər alçalıbdır o bədbəxt. 300.000 tümən, bilmirəm neçə dolar eləyir o.
6 indi dolar 56. Kanada doları, 7 dolar Kanada doları. 7 6 dolara dolar. 7 dolara adam özünü, dilini, hoviyyətini, vətənini, düşdüyü durumun hamısını düşmənə təqdim edir ki, buyur, davam elə. Bu sorundur mesela. Bu ciddi sorundur. Yəni indi haqlı və haqlını, haqqın özü və haqlı adamı ya toplumu ölçmək üçün necə bir ölçüz var? Ee, Bizim yine de mən deyirəm, onun ölçüsü deyək ki, bayaq dediyim o bir sistemlər ki, indi mən onu deyəcəm, bilirəm siz şey Yox, eləyəcəksiniz. etiraz eləməyəcəm, gedəcəm, sual soruşacağım. Yəni, məsələn, bu günləri beynəlxalq sistemdə demokrasini ölçən, məsələn, hansı dövlətdə demokratik bir şey var və yaxud yoxdur. İnsan haqları harada nə qədər pozulur və yaxud pozulmur. Bu kimin belirleyici belli bir standartlarla onu belirleyirler ki mesela bu ülkede insan hakları pozulur. Bu ülkede demokratik haklar korunmur. Bu ülkede seçkiler o şeffaf değil, gayri demokratiktir falan falan falan. Yani o beynəlxalq kurumlar ki bizi o benchmark'tir ya istinad nöqtəsi dedi. O istinad nöqtələri ya onların istinad etdiyi o standartlar və əsaslarla müəyyənləşdirmək olur ki, hansı məsələlərdən söhbət gedir və bu şəkildə müəyyənləşdirmək olur ki, məsələn, ancaq onunla belə deyək də belirləyici bu dəqiqə olardı. Bizim özümüzdən bir standart qurmamız yenə də mesela olabilir bir tarif yaradaq. Ama yine de o mən geçen dəfə dedim, o bizim tarifimizdir. O tarifi sen getirip o sisteme salmayana kadar, o sistem onu kabul eləməyəndə onu rəsmiyyətə tanımır. Ama eləyə bilərsən ki, o deyək ki, o sistem onu kabul eləsin, rəsmiyyətə tanısın və o bir ideya olarak deyək ki, dünyada mətrəh olsun. İndi xülasə desəm, haqqı və haqlını necə ölçürsünüz? Xülasə. Haqqı və haqlını yenə deyirəm, o beynəlxalq hüquq, insan haqları çərçivəsində müəyyənləşən hüquqlar, belə deyək də, Tamam. Onun əsasında müəyyənləşdirmək olar. Tamam. Sizin təşkilatın düşüncələrində ən önəmli milli haqlar hangi haqlardır? Ki Milli haqlar mütəəssifانə beynəlmiləl standartlarda da yoxdur. niyə vardı? Vardı. Məsələn, bizim deyək ki, kültürel haqqımız, hoviyyəti haqlarımız, elə deyilmi? Bunlar rəsmiyyətə tanınan haqlardır. Yəni bizim haqqımız var, öz dilimizdə danışaq. Bunu bizə İnsan Haqları Bəyannaməsi bizə o haqqı tanıyır. Bizə o İnsan Haqları Bəyannaməsi tanıyır ki, bizi heç kim kölələşdirə bilməz. Heç kim bizim dilimizi dəyişdirə bilməz. Heç kim bizi öz yaşadığımız məmləkətdən, ölkədən mühacirətə məcbur eləyə bilməz. Heç kim bizim torpaqlarımızı parçalaya bilməz. Düzdür, biz bunların hamısına məruz qalmışıq. Və buna əsasən biz o milli siyasi mübarizəmizi gündəmə gətiririk, danışırıq, onun o hüquqi əsaslarını millətimizlə paylaşırıq. Ki, ay kişi, sənin haqqın var, sənin öz mədəniyyəti, fərhəngi qoruma haqqın var. Biri bu günləri, məsələn deyək, yadınızdadır, Təbrizdə Məhəmməd Füzulinin şeirləri təfsir olunurdu, iclas şeylər qururdular, yığıncaqlar qururdular. Orada
şeir oxunurdu, onun təfsir edirlər, onun fəlsəfi anlamları, əxlaqi dəyərləri, ümumiyyətlə təbiətə baxışı, insanlığa baxışı, dinə baxışı, sevgiyə baxışı. Hər halda yəqin ki, siz Məhəmməd Füzulinin şeirləri ilə tanırsınız. Qoymadılar bunu. Yəni orada bir zorakılığı təbliğ edən, başqa bir millətə düşmənçilik yaradan, başqa hüviyyətləri inkar edən, savaşa çağırış edən, heç nə yoxdur. Firdosinin tərsinə. Onun əvəzinə gətirdilər Firdosinin şeirini, deyirlər bu olmalı. Bir gəldikcə sorumuza. Milli haqlar, ən önəmli milli haqlar nələrdir? Milli haqlar, yenə deyirəm, bizim vətən haqqımızdır. Yəni yaşadığımız vətənin qorunmasıdır. Siyasi haqlarımızdır, kültürel haq, dil haqlarımızın o yəni bizim hüviyyətimizi təşkil edən, kimliyimizi müəyyənləşdirən bütün hüquqlarımız və üstəgər o bugün modern hüquq anlayışı ilə təsbit olunmuş bizim insan haqlarımız. Hamısı birlikdə bizim milli haqlarımızdır ki, vətən onun başında gəlir və insanlarımız da onun başında gəlir. Dövlət qurmaq da o haqlardanmı? Əlbəttə ki, ona görə mən orada yəni bütün bunlar olanda o yadınızda olsa keçən dəfə bunu danışdıq deyə mən demədim. Milli iradənin bu konuda söz sahibi olması məsələsi gəlir. Ki, sən belirləyicisən, o dövlətin sərhəddini sən müəyyənləşdirirsən. Ya hər millət müəyyənləşdirir. Sizin təşkilatın düşüncələrində ən önəmli bireysel haqlar nələrdir? Ən önəmli bireysel haqlar təbii ki, çox haqlar var. Amma deyək ki, məsələn, onun fərdi hüquqlarından tutun, məsələn, yaşam azadlığı, söz azadlığı, yəni o haqları desək, bəlkə azadlıq deməyim də, haqq da elə eyni şey anlamında da işlədə bilərik. Deyək ki, təhsil alma haqqı, deyək ki, ayrı seçkiliyə məruz qalmama məsələsi, yəni hüquq bərabərliyi, seçib seçilmə haqqı, bir o necə deyirlər, bərabər fürsətlərdən istifadə etmə haqqı və yəni bir çox o öz dilini, mədəniyyətini bu kimi məsələlərdə öz yerindədir. Yəni o haqqı da onun içində sən tanıya bilirsən. Həm fərdi, həm də toplumsal biçimdə. Haqq qavramı və haqlı bir toplum ya bireysel bir insan tətil götürərmi? Yox, məncə bu eyni halda ki, bu tətil götürməməlidir. Eyni halda da bu yəni necə deyirlər, pozulmamalıdır. Yəni o haqlar pozulmamalıdır. Biz eləyə bilmərik, məsələn, bugün söz azadlığını qəbul eləyək, sabah məsələn onu rədd eləyək. Deyək ki, bundan sonra da söz azadlığın yoxdur. Ya çalışma azadlığın yoxdur. Ya hər halda yəni bu kimi azadlıqları, o haqqı ondan hər hansı bir bəhanə ilə onun əlindən ala bilmərik. Rəsmiyyətə tanınıbdır və o həyata keçirilməlidir. Onun haqqıdır. Haqq və haqlı ya özün haqqı bilən bir birey ya toplum haqqı ya haqları üçün silahlı, yəni haqqı var silahlı savaş eləsin o haqlar üçün. Özün hangi haqq sahibi bilir, o haqq üçün silah götürüb savaşma haqqı var mı? O gərək tərif oluna, məsələn deyək ki, şərait ölçülə. Yəni haqqı şəraitə bağlırsınız? Yox, bilirsiniz necədir?
Məsələn, deyək ki, biz deyirik ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının o mübarizəsi sivil və mədənidir. Bunun bir sıra məsələləri var. Yəni, birinci ovlaviyyəti nədir? Millətimizdir. Onun oyanışıdır, onun anlamasıdır, prosesləri, problemləri bilməsidir. Və bunu mədəni surətdə bunların ortaya çıxarılmasıdır, tələb olunmasıdır. Onun uğrunda sivil mədəni mübarizəni böyütməkdir, dərinləşdirməkdir. Deyək ki, o işğaldan qurtarma prosesi, yəni o milli iradə deyirik ya, dövlət qurmalıdır, o iradə qurmalıdır. O, deyək ki, o prosesdə o iradənin hamısı və yaxud böyük bir hissəsi ona o deyir, könüllü olaraq qatılmırsa, orada ciddi problemlər çıxır. Yəni, siyasi olaraq ciddi problemlər çıxır, əmniyyəti olaraq ciddi problemlər çıxır, düşmənə yeni fürsətlər qazandırır. Onun əli güclüdür, o daha çox manevr imkanları var parçalamaqda və bizi haqlı olduğumuz halda haqsız duruma salmaqda. Yəni, bir çox amillər hesab kitab olunmalıdır və bu həm də insanlarımızın içində bir qorxu, xof yaratmamalıdır. Bəziləri çox təəssüf ki, fikirlərini ifadə edəndə, özəlliklə bu məsələlərdə çox rahat və çarpıcı şəkildə onu açıqlayırlar ki, bizim bunu eləyə bilərik. Amma ondan nə qədər istifadə oluna bilər, başqaları nə qədər. Sən zaten bu dəqiqə əlin boşdur. Əlində bir dənə qələmdən başqa bir şey yoxdur. Bir də hələ bir yekə o iddianı da ortaya qoysa, o düşmən səndən daha tez davranır. Onu yaradır. O prosesi yaradır səndən tez. Məsələn, mən yadımdadır, Bakıda mən olanda məsələn, adamlar göndərirdilər, ittilat. Bir şeylərə təşviq eləyirlər. Filan yeri belə eləyək, bəhmən yeri elə eləyək. Sonra baxırdın, görürdün, bu məsələn, ittilatın göndərdiyi adamlardılar. Araşdırırdın, tapırdın, hardan da. Xeyr ola, indi niyə yoxsan ortada? İndi niyə bir dəfə milli mədəni mübarizə, məsələn, Urmu gölü haqqında gedib bir dənə bənir açmamısan. Bir dənə köynək geymədinsən ki, o gölün məsələn şəkli orada olsun. Ki, quruyur. Nə var ki, məsələn, bütün Azərbaycan güneydə Urmu gölünə gedə bilmirsən, şüar verə bilmirsən, etiraz eləyə bilmirsən. Amma bir köynə bu isti günündə o tərəfinə də, bu tərəfinə də Urmu gölünün bir şəkili, qurumuş vəziyyəti. Orada yazılır ki, Urmu gölü quruyur. Ki, çıx şəhərə. Nə var ki burada? Bunu da eləyə bilmirik. Yəni, baxın, görün. Buna icazə vermirlər. Amma məsələn, bizim bəzi milli faallar var idi ki, o ittilatın şeyində onlara deyirmişlər, bir dənə gözləyirik ki, əlinizə silah alasınız. Ondan sonra sizin dumanınızı o deyir, toz duman eləyərək. Yəni, bu anlamda hesab edirəm ki, bəzi prosesləri biz sorumluluq, sadəcə mənim təşkilatı sorumluluğum deyil ki, misal, ondan ötədir. Milli sorumluluğumuz var. Bir millətlə bağlı məsələ olursa, bir baxışdan, bir bucaqdan baxa bilməzsə, ağıllı olub, bütün təhlükələri nəzərə alıb və oradan fürsətləri tapmalısan. O mənada hesab edirəm ki, bəzi məsələlərdə siz dediniz, biz haqlı olaraq o prosesə də girə bilərik. Amma şəraitimiz bizə o haqqı gerçəkləşdirmək üçün imkan yaradır, yaratmır, o ciddi məsələdir, danışılmalıdır.
Uzun Bu bölümü oldu, qurtardıq. üzr Keçək istəyirəm. ədalət bölümünə. Ədalət bölümünü danışaq. Mən 15 Sizcə ədalət dəqiqəm nədir? qalır. Nə qədər? Bilmirəm. 15 dəqiqə. Tamam, 15 dəqiqəyə qurtarırıq. 5 sorudur. Tamam. Ədalət nədir sizcə? Təşkilatçı. Niyə bu qavramları, yəni bunlar hamısı fəlsəfi, hüquqi anlam daşıyan qavramlar. Əgər bir parti, niyə buna görə? Əgər bir parti bunlara cavab verə bilməsə, o birislərin hamısı heçdir. Yəni binövrə bunlardır. Zirbəna dedikləri bir şey fəlsəfədə bunlardır. Axı bu tərifi dünya belə verə bilmirsə, siz deyirsiniz. Məsələn, ədalətin bir tərifi var. Deyək ki, o necə deyirlər, bərabərlik, insanlara o verilən, insanların hak etdiyini özünə vermək. Yəni onun nə hak edibsə, onu verirsən. Onun cinsiyyətindən, onun deyək ki, böyükçiliyindən, onun hansı vəziyyətdə, hansı statusda olmasına baxmayaraq ona o haqqı tanıyırsan və ona şərait yaradırsan ki, o da ondan o cür deyəndə istifadə edir. gəl, məsələn, mənim zehnimə keçmir də. Məsələn, deyirəm ki, mənim təsadüf eləmişəm, bacaqlarım qırılıb. Mən indi axı doğum meydanında qaçanmaram ki. Tamam. Sən mənim haqqım budur ki, qaçam. Amma indi təsadüf eləmişəm, qaçanmıram. Sən hangi haqqı mənə verəcəksən? Yəni ədalət nədir burada? İndi sizin orada sizə yeni bir ayaq vermək üçün gərək tibbi məsələn gəlişmə olar, şərait yarada ki, elə bir ayaq verək ki, onu ondan dəyişə, siz qaça biləsiniz. O baxır şəraitə, amma əgər verilə bilirsə məsələn, o verilməlidir. Deyək ki, məsələn, insanlar gedir müharibədə iştirak edir, qolları, qışları məsələn kəsilir, doğranır. Onu məsələn çalışırlar o belə deyək də şeylərlə əvəzləsinlər ki, heç olmasa o normal şəraitini bərpa eləsin. İndi o verilməlidir. O elə belə buraxıla bilməz. Və yaxud siz təsadüf elədiniz. Elə indi sizin bu misalınızdan çıxsaq, ədalət demidir. Məsələn, neçə yüz nəfər gedə ermənilərin savaşında qol qışların əldən verirlər. Niyə? Ermənilər gəlib o torpaqları alıblar. Bunun hangi tərəfə ədalət? Bəs bu günləri savaşlar elə haqsızlığın uğrunda, ədalətsizliyin uğrunda, insan haqlarının pozulması uğrunda, sərvətlərin başqaları Bəs tərəfindən. ədalət nədir onda? Axı ədaləti onda erməni bir cür görür, biz bir cür görürük. Burada ədalət nədir? Biz indi onu deyirik ki, qavram olaraq, siz deyirsiniz, qavram olaraq deyirik ki, əlimizdə olan, məsələn, deyək ki, bir ölkədə bir sərvətimiz var. O sərvət bir qrupa verilsin, imtiyazı ancaq onlara tanınsın. Bir də var ki, o sərvət insanlara bərabər. İndi insanlar qapı-qapı aparmırsan. Amma məsələn, onun təhsilinə şərait yaradırsan, hamı orada təhsil ala bilir. İndi mən yenə burada müşkülə düşürəm. Məsələn, deyək ki, Güney Azərbaycanda dövlət quruldu. Biz istiyoruz ki, insanlara iş yaradaq. Deyirik ki, sərmayədarlar, pullular, gəlin Azərbaycanda iş yaradın. Sizdən məsələn vergi almayacaq 5 il. Gəlin bizim də millətimiz məsələn ucuz işdir. Gəlin burada iş qurun, işləyin. Bunun ədalət harasındadır? Yəni vergi almayacaq deyə. Vergi almayacaqsan o təbiz olur da, təbizdir bu. Mən ki işləyəcəm, mən vergi verəcəm, amma o ki pullu da vergi verməyəcək. Niyə təbizdir? Niyə təbiz deyil? Niyə ədalətdir bu? Orada baxın, bir ədalətli prosesi sağlamaq üçün siz məsələn o bölgəyə, deyək ki, məsələn, Güney Azərbaycanda bizim bir bölgəmiz var. Ora sərmayə çatmır, pul çatmır, dövlətin də imkanı yoxdur. Ora şərait yaradırsa, deyirsən, iş adamları, varlı olanlar, orada belə bir sərvət var. O sərvətin istifadə olunması üçün ora bu qədər sərmayə gərəkir. Apar bu sərmayəni qoy, biz səndən
orada mesela 5 yıl vergi almayacak. Əvəzində bu şeyləri də elə işçiləri o bölgədə yaşayandan götürəcəksən, mütəxəssisi onlardan götürəcəksən, onların təhsili, onların mesela idmanı, onların yeməyi, içməyi filanı və onların maaşları bu cür təmin olunacaq və o gələn məsələn gəlirlərdən də, qaynaqdan da Oralarda sözüm dövlət yox. Bunu mən Günaz TV-də də demişəm ki, məsələn, Urmu gölünü, məsələn, verə bildik bir-iki dənə sərmayədara, oranı düzəldər, orada milyardılar dolar illə pul çıxar. Milyardılar dolar. İnsanlarımız da rifahlaşır. Amma ədalətdən danışır. O ədalət deyil. O ekonomi sistemdə istiyor ki, millətimiz rahatlaşsın. O bir ayrı bir şey. Amma ədalət baxımından baxsaq, siz buyurduqdan, yəni siz buyuran açıdan ədaləti görsək, onda o pullu oradan çox qazanır, pulsuz qazanmır. yenə də onu ədalətli yaymaq, yəni yenə deyirəm o Təqrib, sərvətdə zorluğu, ədalətsizliyi ədalət qoyaq adında onda. Nə fərq yox, edir? elə deyil. Baxın, o bacardığın qədər ki, sən o tozi qudrətdə, tozi sərvətdə onları ədalətli paylayırsan, ona şərait yaradırsan ki, bir ac, yoxsul ailə, sən ki bilirsən o yoxsuldur. O deyək ki, bəlli bir məsələn maaş, məsələn bu Avropada necədir? Məsələn müəyyənləşdirirlər, minimum illik maaşın var, minimum. Onun hesabına göre deyək ki, sen ilin sonunda vergi verirsən, ama ilin sonunda o verdiğin vergilerin hamısını devlet sana qaytarır. Misal. Çünkü Misal o sənə cür misalında mən bunu misal vururam ki, məsələn Adidas adlı bir fabrika vardı, gedib Endonezidə ya Malezidə, bunların birində fabrika qurubdu, başmaq fabrikası. Uşaqları məsələn işlədirlər, 12 yaşdan o yüz bu yüz, biraz aşağı, biraz yuxarı bunları işlədirlər. Günü məsələn 5-50 sentə, yəni $1 da aza. Amma orada o uşaqlar azdan çoxdan çörək tapırlar yeməyə, amma vaxtları yox dərs oxumağa. Yəni ədalət kimin burada bilirsiniz, yəni sorunudur? O Adidas'ın sorunu değil. O Endonezya'nın ya Bangladeş'in ya ne bileyim onların. Mesela burada Afrika'dan bananlar gelir. Cürbəcür. Mesela bazılarının üstünde yazıp ki bu bananın dərilməsində az yaşlı uşaqlar işlədilir. Ya, ki indi onun o deyir qiymətində ona görə fərq olur. Yəni biz onu məsələn necə o ədaləti də evrensəlləşdirmə prosesi bir ayrı bir prosesdir, amma hər ölkə özü üçün, dövlət özü üçün ya toplumu üçün eləyəndə onun hər halda eləyə bilməz ki, məsələn bu günləri İran adlanan ölkədə ən böyük problem nədir? Haqsızlıq, ədalətsizlik, qanunsuzluq. İndi biz bərabər sərvətlərdən hamının faydalanması üçün şəraitin yaradılmasına ədalət deməyə ben nə deyək? Sizin tərifiniz ədalət başqa. mütləq bir qavram mıdır? Mütləq ədalət qavramı yoxdur məncə. Ədalətin tarazısı nədir onda? Ədalətin tərəzisi. O məhkəmələrin gözəl bir şey vardı, bir tarazı çəkiblər. O əlin baş gözü bağlıdır. O adam başı ki var, onun gözü bağlıdır. Görmürəm mən hessadı. Ona deyir ədalət. Hessadı istəmir gör əslində. Yəni heç nəyi görməyən bir ədalət. Bəlkə də fərq qoymayan. Dünya yox, görmür. Gözün özü gözün əmdən bağlayıb. Baba mən istəmirəm görəm. Amma istəyirəm ölçəm. Amma bu ölçü düz ola bilər, olmaz. Tarazını belə tutubdu, gözlərini də bağlayıbdı. Necə görəcəksən bu düzdür? Bu hər halda çox dərindən düşünülməsi gərəkən məncə bir sualdır ki, nə ilə ölçülür. Amma bəlkə insanların yaşamının şəraitindən, bəlkə deyək ki, o bərabər hüquqlu qanunlarda, yəni hər bir fərdin bərabər hüquqlu olması qanunlarda nə qədər
də qorunubdur? Fürsətlər nə qədər yaradılıbdır? Bəhrələnə bilirlər. Yəni bu şəkildə bəlkə bir ölçü vahidi kimi deyə bilərik və yaxud o ictimai, siyasi, iqtisadi proseslərdə nə qədər hamı iştirak edə bilir, ona şərait yaradılıbdır. Bu ölçülərlə bəlkə biraz da insaf. Ədaletin ölçüləri Siz nədir? insafa qarşısınız deyə mən dedim. Ha? Yox, məndə o zehnimdən keçmədi. Dedim, məni deyirsiniz ki, mən insafa mı? Yox. Bilirəm ki, siz o sözə yaxşı baxmayacaqsınız. Ədalətin ölçüləri nələrdir? Yəni hansı parametrlərlə ölçəkdir? Yaxud ki, məsələn, siz deyən olsun əslən. Hansı parametrlərlə ölçək ki, bu ədalətdir? Məsələn deyirəm, Kanadada bir xanım dursa getsə, bir erkəyin əleyhinə şikayət eləsə, iş yerində ola ya evdə ola, fərq eləməz. Ya ərinə şikayət eləsin, ya oğlan dostuna şikayət eləsin, ya getsin iş yerində desin ki, iş yerindəki mənə filan sözü dedi. İddiada bulunsun, dəlil lazım deyil getirsin. O adamın dədəsini yandıracaqlar. Yəni qutardı getdi. Ədalət dediyimdə, yəni belə gözü bağlayıb deyir ki, mən qadınlara üçün tarixdə zülm olubdu, bu erkəkləri edam edəcəyəm. Amma əgər o hüquqda onun məhkəmədə o hüququnu geri qaytarır, iadə heysiyyət deyilən bir anlayış var. O vurulan ittihamı yoxa çıxarır və sonra da o Onacan bu zindana getdi, bu edama getdi. O mərhələyə gedincə 2 il çəkir, amma bu 2 ildə ömür boyu işin əldən verir. Fəqət bu bir xanım buna gedib ittiham atıbdı. İndi daha məhkəmədə hər nə olur olsun. O getdi də, onun işi qutardı. Yəni, o bir də dövlət işində olsa dövlət işinə girə bilməz. Əgər polisə işi düşsə mücrim budur. Yəni şək bunun üzündədir. Niyə bir dənə xanım bu şeydir, yəni ədaləti necə ölçək? Yəni ölçüləri nədir? Onu istəyirəm sizdən alam ki, məsələn, sizin zehninizdəki ədaləti ya partinin, təşkilatın zehnindəki ədaləti nə ilə ölçmək olar, nə ilə qorumaq olar? Ancaq onu, məsələn, bir toplumda o ictimai, siyasi, yəni bütün sahələrdə hüquqların verilməsi məsələsində ədalətli şəraitin yaradılması və bütün sahələrdə o toplum ondan bərabər şəkildə faydalanması, yəni imtiyaz üzərindən hüquq paylanılmalıdır və o, məsələn, deyək ki, bu Avropada ya bu Finlandiyada deyək ki, hər şeylə bağlı qanun var və hər halda ona görə də hər kəs hər şeyi poza bilmir. Sən haqqı ala bilirsən və o fürsəti sənə yaradırlar ki, o haqqı tələb eləyəsən. Yəni, onu müəyyənləşdirməlisən ki, o insan bilməlidir ki, deyək ki, əgər deyək ki, məsələn, o gedir xəstəxanaya, imkanları yoxdur. Amma qanun vardır ki, bu xəstəxanada müalicə ola bilər və onun bütün deyək ki, şeylərini dövlət ödəməlidir. Bu buna görə. Vəssalam. Onunla, yəni o arxain artıq gedir o hüquqdan və yaxud o xidmətdən bəhrələnir. Onu, yəni sistemə salmalısan, qanun vəziyyətinə gətirməlisən və qanunla o haqları qorumalısan. Ədalət olur, qanunla qorunan bir, deyək ki, xidmət və yaxud o şərait ki, yaradırsan. Yəni, son sualımdır bu. Son sualımdır. Ədaləti necə sağlamaq olar? Ədaləti sağlamaq üçün məncə çoxlu işlər görülməlidir. Yəni birinci toplumun bilgisi olmalıdır. Yəni
toplumsal bilgi insanlarımız bilməlidir. Belə bir anlayış var. Yəni belə bir ki, o ola bilməz ona qarşı elə hər yerdə başı qapazda olsun. Bu mütləq bir ədalət deyilən bir anlayış vardır ki, bunu məsələn deyək ki, süngün mis mədənini söküb aparırlar. Ona süngün ətrafında yaşayanlar da, Qaradağlılar da, Təbrizlilər də, Azərbaycanın hamısı da bir daş altdan bir daş üstdən. İndi yavaş-yavaş hamı başlayıb sual verməyə. Qardaş, bizim süngümüzü niyə aparırsanız? Baxın, yəni o toplumsal bilincin artırılması bir səbəbdir. Belə deyək də, o ədalət mehvər siyasət quzarı, yəni elə bizim təşkilatlarda da bizim yanaşma tərzimiz gərək ədalətli bir anlamda, yəni öz çıxarlarımız üçün deyil də toplumun o çıxarlarının ədalətli olması gərəkməsi məsələsində olsun. Məsələn, azadlıq, ədalət, milli hökumət deyirik ya, o qavramlar insanın beynində həm də oturmalıdır ki, mən azadlıq, ədalət deyəndə nələri nəzərdə tutar? Toplum onu mənimsəməlidir. Toplumsal bir bilgi olmalı. Və sonra da təbii ki, o sizin dediyiniz o çox vurğulayırsınız. Yəni, o amuziş, fərhəngsazi, belə desəm, yəni, bir kültür yaradırsa o haqda. İnsanlar həm bilir, həm də toplumsal bir kültürə çevirir o haqqını və o tələbini və onu deyir ki, ədalət naminə bu belə olmalı. Misal deyək də, Əl-Əhvazın milyar dollarlıq hər il, məsələn, 100 milyar dolar hər il onun neftdən, qazdan gəliri var. Amma Əğriyalın baş açıq, susuz yazıqlar istihdama gedirlər, ərəb olduqları üçün işə də almırlar onlar. Adam bilmir ki, onun bu məmləkətdə ədalət deyilən bir anlayış yoxdur. Amma gəlir 300 min tümənə 7 dolara bütün əhvazlılara car çəkir ki, ya əyyuhal ərəbil əhvaziyyə. Gəlin səs verin. Filan kəsə özlə. Kimə? Cəliliyə. Baxın, ha. Yəni, bu insan o çörəyi deyir, necə yeyir? Amma söz də deyə bilmirsən. Çünki nə deyirlər ona? Roşəngəri, roşən kültür. Yəni, kimsə ona təlim keçməyib, bildirməyib. Bizim mərhələmizdə mən hesab edirəm ki, bu belə deyək də, haqsızlığı, bərabərsizliyi, ədalətsizliyi aradan qaldırmaq üçün ilk vəzifəmiz toplumumuzu agahlandırmaqdır, bilgiləndirməkdir. O, belə deyək də, hüquqi anlamda, siyasi anlamda, ictimai anlamda, iqtisadi anlamda uğradığı o ədalətsizliyi ona göstərməliyik ki, o haqqı tələb edir. Çox sağ olun, təşəkkür edirəm. Sadıq bəy İsabəyli cənabları ilə bu günləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən bu günləri xidmətlərindəydik. Sağ olsunlar, çox dərin. Umarım ki, hürmətsizlik hesab edəməmişsiniz, mən iyi belə girdim. Əlbəttə ki, söhbətdir. Sizin fikirlərinizlə mən həm də yeni tanış oluram. Yəni, təbii ki, verilişlərinizə baxmışam, amma bu istiqamətdə fikirlərinizlə yeni tanış oluram. Bəzi fikirlərinizdə təbii ki, mənim də öz yanaşmam olar, amma bu sizin də dediyiniz kimi bu diyaloqlardır ki, bir şeylər ortaya qoyur, bir şeylər çıxarır. Və yaxud dinləyicilər... Çox sağ olun, var olun. Keçən, bugün oldu 5-ci gün. Sadıq bəy, mümkündür, ehtimalı çox az. Amma %50 qoyaq da, yəni belə 150. Mənim çoxdandır bir döktür appointmentim var, təsadüfdən dolayı. Bugün hərəkət edəyəm, gedəm o şəhərə. Döktürüm bir ayrı şəhərdədir. Sabahları bəlkə
bəlkə gələ bilmədim. Əgər gələ bilməsəm sizə yazaram, ya səs qoyaram. Çünki uzaqdadır və mən bilmirəm ora gedib Evet. gələ biləcəyəm ya yox. Amma bunu indidən xəbər verim ki, Çox sağ əgər ol. bir mövqe olmasa məni üzrlü görəsiz. Siz Tamam. 5 cələsə şirkət eləmişsiniz buradan. Hər 5-ində ərdəmli, çox şərif, ədəbi, siyasi, ədəbli, ərkanlı davranmısınız, Teşekkür. getmişsiniz. Heç kəsin adın, heç bir təşkilatın adını çəkmədən bəhsi çox yaxşı ki, özünüzü açıqlamağa çalışmışsınız. Əvvəlcə ki, özgələri nəqd edəsiniz, Əlbəttə. özgələri şey edəsiniz. Evet. Çox sizə təbrik deyirəm bunu. Qutluram. Sağ olun, var olun. Çox Ben gözəl bir teşekkür örnek ederim. oldu. Sevinirəm. Hər halda mən əgər sabah olmasa, çünki sabah ən son gündür ki, cənabınızla danışacağıq, canlı olaraq üzə. Ondan sonra sorularımız buradan qalır. Yəni, ədalətdən sonra əxlaqa keçir. Əxlaq bölümündən qalır. Ondan sonra da keçirik o birisi yaşam bəhslərinə, toplumsal yaşam bəhslərinə. Benim Xahiş edəcəyəm ki, bunları teklifim vaxt bu elədikcə yollardır onları ki, buyurun. çok üzr isterim sözlü kestim. Benim teklifim belə olardı ki, mesela siz aslında bunu 3 yere, 2 yere böle bilərdiniz. Mesela bir tur bitirərdik, sonra ikinci tur, üçüncü tur. Belki bu cür də O eləmək mənim olardı, amma mənim hər halda özümün də o zamanınız yox. imkanım yoxdur. Yəni mən istəyirəm ki, yavaş-yavaş işə gedəm. Bu təsadüfün o 2 il yarımdır yatırdım, ondan yavaş-yavaş durmuşam ayaq üstə. İndi bu özümü hazırlamaq zamanı idi. İşə özümü hazırlayıram. Əslində iş Evet. axtarıram. Bir iş tapım, işə gedim, qazanc elə gətirim, yaşayayım yəni. Borcundan keçinməsin də buradan bu isə. Onun üçün, yəni o fürsətim olsa təbii ki, çox istərəm. Yəni bu fürsəti hər kəs yaratsa mənim üçün, köməklik eləsə ki, mən ayağım üstə duram. İndi hər kəs ola bilər. Bu cür eləmək çox yaxşıdır. Yəni mən də göylüm istəyir ki, məsələn, hətta hər gün bir dostu gətirək, bir partini gətirək, 10 gündən bir dostumuza növbə gəlsin, amma 10 gündə görsün ki, nə keçir, bu fırlansın da, insanlar Evet. bir-birlərinin düşüncələrini də görsünlər. Hamı da işinə gedə bilsin. Məsələn, bir həftənin içində ona bir növbə gəlsin, ya 10 gündə. Evet. Amma indilikdə mənim özümün şəxsi olaraq bu imkanım çox azdır, çalışıram, işə gedim, iş axtarıram. Evet. Mümkündür, məsələn, sabah iş tapsalar, mümkündür ki, davam edə bilməyəm, yəni qalanları. Evet. Çünki o bilirsiniz, çörək tapmaq biz qürbətdə olanlara Bilirəm, çox çörək təəssüf tapmaq var, çox çətindir, çox çətindir. Xüsusən Kanada kimi bir yerdə ki, iş tapmaq çox zordur, çox zordur iş tapmaq. Və xüsusən bizim yaşlarda, yəni mənim yaşımda cənabıza mən cəsarət eləm. Ben dedim 18 ora yaşında gələk uşaqlar iş tapaq, siz də ümidimizi kəsdiniz. yox, biraz bizim yaşlarda biraz çətindir. Bilirəm. Bəlkə sizin təxəssüsdə ola bilər. Yəni sizin təxəssüsdə xüsusən saxtaman işidir, nəqşə götürmək işidir falan. Bunlarda bəlkə daha çox fürsət həttəmən olar. Amma mənim təxəssüsümdə təəssüfənə burada yoxdur. Yəni bilirsiniz, mən danışıqda da jurnalist oxumuşam, ömrümdə jurnalist yetişmişəm. İndi məsələn bir də gedirəm benzində, nə bilim, bəqqallıqda da işləməyə çalışıram. Məsələn, ən azından bir öz yaşamımı saxlaya bilim. Evet. Amma hər halda Uğurlar yəni əgər olsun. imkanı olsa mən də sevərəm o cür olsun. Yəni hər kəs bu imkanı yaratsa minnətlə qəbul edirəm. Belə bir imkan yarana aparaq bu proqramı və bunu izafi aparaq. Yəni Evet. amma hər halda əgər olmazsa xahiş edəcəyəm ki, məsələn öz vaxtınızda hər gün eləyə bilsəz, məsələn 1 saat, 2 saat vaxt qoyasınız, videonun qabağında belə Bir oturasınız, zəng bölümünü eləyəsiniz, göndərəsiniz ya bizə. yazılı Bunları biz qoyaq. ya şeylə göndərərəm mən. Ya video ya yazılı. İndi şəraitə baxır. Çox gözəl olar, çox gözəl Evet. olar. Mən Təşəkkür edirəm, çalışaram. var olun, sağ olun. Sizə can sağlığı arzulayıram. Sizə Parti, təşkilata uğurlar. can sağlığı, zəfər, nə deyirlər, başarı arzulayıram. Umaram ki, başarılarınıza şahid olaq, vətənin istiqlalına sizlə birlikdə şahid olaq. Mən təşəkkür Sağ olun. edirəm. Çox sağ olun hər şeyə görə. Gecəniz xeyrə qalsın. Gecəniz Görüşmək üzrə. xeyrə. Sağ olun. Əziz və hörmətli dostlar, bu proje ehtimalən bu günləri sayın Sadıq İsabəyli cənabları ilə son günümüz ola. Bəlkə yarın bu fürsət olmaya, imkan ola bilməyə ki, 6-cı bölümü də cənabları ilə aparaq. Olsa əlbəttə ki, çox-çox sevinəcəyəm. Çünki dostlarla üzbəyiz danışmaq, düşünürlər ilə, dostluqdan öncə, düşünürlər ilə üzbəyiz danışmaq məni
inanın ki bu günləri Sadıq bəylə ki danışırdım, əslində düşünürdüm. Yəni Sadıq bəy mənim beynimdə bomb qoyurdu, partladırdı. Bu İrancılıq bizim zehnimizə keçən 50 ildə, 100 ildə keçib ha. Bunları bomb qoyurdu, partladırdı. Bu tabiidir. Yəni danışmağın, düşünürlərlə danışmağın belə bir adəti var ki, insanların beynində taza fikirlər çıxsın ya taza bir açıqlama gəlsin zehnə. Onlar çox önəmlidir. Bizim məsələn dünən bir iclasımız var idi dostlarla. Çox bir gözəl bir vəziyyətdə də keçdi, şükür olsun. Məsələn oradan mənə bir taza bir şey gəldi. Açı gəldi. Məsələn seçkilərə və bu seçkilərin sonrasına çox fərqli düşündüm və ona da bir yazı yazdım. Çox da uzun çəkdi bu yazı yazmaq. Amma çalışıram ki, qısaldım onu bu günləri olsa, eləyə bilsəm onu yayam. İnanın ki, bu düşünür insanlarla hər nə şəraitdə danışırsaz, sizin beyniniz değişir, düşüncəniz değişir, baxışınız değişir, anlayışınız değişir, qavramlarınız değişir, fəlsəfəniz değişir. Bunun üçün mən istərəm ki, tamam dostlar gəlsinlər. Bu mənim yeni insaf əlini şəkilləndirənlərdən Sayın Salih İldırım cənabları Güney Azərbaycan İstiqlal Partiyasından 6 gün huzuri və 6-7 gündə qeyri-huzuri sorularımızın hamısına cavab veribdi və bunların içində 10 milli ərdəmli və bir gündə Günaz TV-nin adını çəkdiyi üçün ən ərdəmli unvanını qazanıbdır. Əjdər bəy Təqizadə cənabları heyif olsun, Güney Azərbaycan Demokrat Türk Birliği Təşkilatı Başkanı heyif olsun, gələ bilmədilər, olmadılar. Umaram ki, gəlsinlər. Amma gəlmədikləri üçün hər gün 10 mənfi, 6 gündə 60 mənfi vermişik. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisindən təşrif gətirdilər. 6 gün huzurları oldu. 6 günün 5-ində milli ərdəmli, birində ərdəmli, o ən ərdəmli oldular. Tehriqaninin, cənab Mahmud Əli Tehriqaninin adını çəkdikləri üçün. Amma təəssüflə o gündən bu günə ki 3 azalıb 1 ay geçsin, hələ bundan belə ki söz veriblər, göndərsinlər o cavabları video olaraq. Fikirlə bu seçkilərə görə çox məşğuldular. Umarım ki seçkilər qutarandan sonra bu cavabları göndərsinlər. Çünki istiruq sonunda buradan bir kitablar çıxsın. Hər partinin danışdığından bir kitab çıxsın. Və o kitablar toplumda akademilərə böyük bir referans olaraq Güney Azərbaycanlılar tərəfindən sunulsun. Salih bəy Kamrani də onlardan idi ki, təşrif gətirdi. Azərbaycan Mərkəz Partisi lideri olaraq 5 gün, 6 günün içində 5 gün huzuru gətirdi. Hər 5 gündə milli ərdəmli unvanını qazandı. Təşəkkür edirik. Eyni halda ki, Salih bəy lütf elədilər və bu proqramı ki, biz aparırıq düşüncə bağı, bunu Az News TV-dən gündə 2 dəfə, gecə saat 12-5 dəqiqədə və sabah səhər tezdən 8-də bu televizyondan yayırlar 2 dəfə. Təşəkkürlər və saygılarımızı iletirik. Amma eyni halda onlar da o gündür, bu gündür. Fikrim 3 həftə olubdur. Hələ vaxt eləməyiblər. Umarım ki, onlar da vaxt eləsinlər və yenə də səsli olaraq, ya video olaraq, ya da yazılı olaraq sorulara cavab göndərsinlər ki, projemiz yarımçılıq qalmasın. Heyifdir. Bu proje yarımçılıq qalsın. Daha dostumuz ki, təsir qoydu üstümüzdə Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Parti tərəfindən 6 günün hər 6-sını gəldi və hər 6-sında da 4 saatın huzuru oldu və hər 6-sında da milli ərdəmli unvanını qazandı. Təşəkkürlər və saygılarımı yetirirəm. Eyni halda zəng eləyiblər ki, doldururlar, hazırlayırlar bunları video şəklində ya səs şəklində göndərəcəklər cavabları və bu məni çox sevindirir ki, bu projeye önəm verirlər. Əlbəttə dostların hamısı bunun önəmində çox qəbul edirlər. Məsələn, Salih Kamrani cənabları o qədər önəmli gördü ki, özü təklif elədi ki, bunu televizyondan yaysınlar və bu onun önəmin göndərir və onların düşüncəsini göndərir ki, uzaq
görə bilirlər və önəmi təşxisi verə bilirlər. Bu çox önəmlidir məncə. Umarım ki, gəlsinlər. Məcid bəy Cəvadi cənabları mütəəssifانه gələ bilmədilər. Mənim zehnimdə belə düşüncə bağında və gələn nəslimizə buracan bu sorulara cavab verməkdə yardımcı olmayıblar. Umarım ki, Məcid bəy Cəvadi cənabları yoxsa əməkdaşları, Azərbaycan Milli Dirəniş Təşkilatının əməkdaşları qoşulalar bu proqrama. Hətta gəlməsələr də özləri öz vaxtlarında o sorulara cavab verirlər, video şəklində, səs şəklində göndərirlər. Biz bunları həm kitaba çevirəcəyik inşallah, həm də ki bunlar televizyondan yayılacaq və millətimizin içində bir düşüncə yaradacaq. O önəmlidir. Əlbəttə burada görürsünüz, bəhslər gedir. O bəhslər olsa daha yaxşı olar, amma nə cür səlah görsənir. Haşim bəy Bilgin cənablarından dəvət elədik. Azərbaycan Liberal Demokrat, Güney Azərbaycan Liberal Demokrat Partiyası lideri və onlarla da 2 gün keçişli, bəkişli sözlər apardıq, amma davam verə bilmədik. Hər nədən dolayı orası önəm daşımır. Amma yenə də Haşim bəy Bilgin və onun partisində əgər üzvləri varsa, hər kəs istərsə partidən o sorularımıza yazılı olaraq, yoxsa səsli, yoxsa videolu səsli olaraq cavab versələr, biz yerdə yayarıq. Buna baxmayaraq ki, aramızda biraz şəkərlər su olub. Şəkər tərcümə elədim. Və sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi qurucularından və idarə heyətindən olan Sadıq bəy İsabəyli cənabları keçən 5 günü təşrif gətirdi. Hər 5 günü Milli Ərdəmli unvanını qazandı və umaram ki, özləri də gördünüz, dedilər ki, çalışacaqlar videolu, səsli ya da yazılı bunu göndərsinlər. Bu çox gözəl olar və təşəkkür edirəm. Beləliklə, bugünün proqramı burada başa yetirirəm. Sizlərin hamıza can sağlığı, vətənimizə azadlıq, istiqlal, millətimizə başucalıq, azadlıq, rifah, demokrasi arzulayıram. Gecəniz xeyrə qalsın. Bir başqa gün görüşmək ümidi ilə hələlik.